İnarın ad gününə artıq 5 gün qalıb. Hazırladığım hədiyyənin gözləri, burnu, alnı, yanaqları hazırdı. İndi çənə, saç və boyun nahiyəsi qalmışdı. Heykəlin bura qədər gözəl alınması mənə zövq verir, ruhlandırırdı. Ümumiyyətlə son zamanlar baş verən hər şey məni xoşbəxt edir. Artıq bir aydan çoxdur ki, İnarla birlikdəyik. Hər gün görüşürük. Elə bu gün də görüşəcəyik. Bu gün İnarla göbələkli pizza yeməyə getmək istəyirəm. Düzü heç vaxt göbələkli pizza yeməmişdim. Sadəcə ilk görüşümüzdə İnarın göbələkli pizzanı çox sevdiyini deməsini unutmamışdım. Buna görə inanıram ki, xoşu gələcək bu fikrimdən. İşdən İnavarla birlikdə gəldi evə. Bura bax, ben. Zarafat, amma bu ağ daşı əməlli başlı İnar Vahid eləmsən ha. Bu qədər istedadlı olduğunu bilmirdim. Hətta bunun 2 kisi un, daha sonra palçıq olan vaxtı belə yadımdadır. Mənim haqqımda elə çox şey bilmirsən. Ad gününə nə qədər qalıb? Ad günü olan günü də nəzərə alsaq 5 gün. Çatdıra biləcəksən? İstəsən mən kömək edim sənə. Sən nə vaxtdan heykəltaraş oldun? Heykəltaraş deyiləm, amma özündəki xalları və sızanaqları oya bilərəm. Səni məyus eləmək istəməzdim, amma İnarın üzündə nə sızanaq var, nə də ki xal. Aydındır. Sən nə vaxtdan belə nəzakətli oldun, bəs belə səni məyus eləmək istəməzdimlər filanlar. Nəysə, uzatma yataq, mən tez oyanmalıyam, bugün İnarla görüşəcəm. Doğrudan? Nə əcəb? Hə, belə alındı. Axmaq, arada bəlkə bir fasilə verəsən, bir aydan çox da artıq hər gün görüşürsən o pıs-pısa sifətlə. Paxıllıq, imkan ver yatım. Mən paxıl deyiləm, işimiz var da. Ben də özünə bir əyrəyaq sevgili tapıb daha adam saymaz. Ha, yaxşı yat, deyərək güldüm. Bəlkə İnarı öldürək. Okey, yatdım, deyə dodaqaltı güldü və daha səsi gəlmədi. Saat 12 olan kimi telefonumda zəngli saatın zəhlətökən musiqisi çalınmağa başladı. Dərhal əlimi atıb səsini kəsdim ki, Enevar oyansa başlayacaq hürməyə. Tualet kabinetinə girib əl-üzümü yudum. Əynimi geyinib, özümdə pul az olduğundan Enevarın cibini yarıya endirib evdən çıxdım. Palıd ağacının altındakı mavi skamyamda bir cütlük əyləşmişdi. Qız gözəl idi. Oğlana qaldıqda isə Tanrı onu yaradanda sanki əsəbi vaxtına düşmüşdü. Çox həvəssiz bir yaradılış idi. Bir neçə dəqiqə gözümü saxlasam da, axıra qədər dözə bilməyib onlara yaxınlaşdım. Salam dostlar, bilirsiniz, bu skamyada əyləşib sevgilimi gözləmək artıq bir ildən artıqdır ki, dinə ayin kimidir mənim üçün. Mən artıq bu qaydanı poza bilmərəm. Əgər mümkünsə buradan köçərdiniz. Oğlan əsəbi halda məni süzürdü. Söz demək üçün ağzını açacaqdı ki, yanında əyləşən qırmızı qadın donu ilə qara kişək qapsa yaraşdığı qədər ona yaraşan qız gülərək onu qabaqladı. Hə, əlbəttə, biz durarıq. Herakl yenə də söz demək üçün nəfəs öndərmişdi ki, bilinməyən səbəbdən qıza baxaraq vaz keçdi. Bilinməyən səbəb o idi ki, onun əli qızın əlində idi. Kobudluq eləməyə cəhd göstərərsə, qız onun əlini möhkəmcə sıxırdı. Uşağı lazımsız nəsə danışdıqda adamın hardan tutduğu bilinməyən çimdiyi kimi. Qadınlar belə işlərdə doğrudan da çox fərasətlidirlər. Onlar qol-qola girərək nəsə qızğın mübahisə edərək uzaqlaşdılar. Uzaqdan hərəkətlərində qızın oğlanı nəsə anlatmağa çalışdığı aydın olurdu. Artıq bu ərazidə saymadığım yeganə şey altında əyləşdiyim ağacın yarpaqları idi. Yarpaqlar hədsiz çox idi. Buna görə başqa vaxta saxlamağa qərar aldım. Ayaqqabılarımdakı xırda-xırda nöqtələri saymağa başladım. İlk baxışda hər ayaqqabıda təxminən 300-400 olardı. Yox, bəlkə də daha çox, 500-600 olardı. Sağ ayaqqabıdan artıq 227-yə qədər saymışdım ki, İnarın sakitcə başımın üstündə durduğunu hiss elədim. Çoxdandır buradasan, deyərək ayağa qalxdım. Belə də, bir neçə dəqiqə olar. Tap görün bugün hara gedirik? Marsa? Daha yaxın bir yer. Daha yaxın? Aya, deyərək gülməyini davam elədim. Yaxınlaşırsan. Hara? Deyə səbirsiz şəkildə soruşdu İnar. 200 metr aralıdakı restorana, göbələkli pizza yeməyə gedirik. Urra, getdik onda. Pizza yeməyə gedirik, deyərək öz aləmində mahnı oxuya-oxuya, cizgi filmdəki qırmızı papaq kimi ritmik addımlar ataraq gedirdi. Hey, nə olub? Atanı işdən çıxardıblar. İnar qırmızı papaq kimi tullana-tullana ritmik atdığı addımları dayandırmadan arxaya baxıb dedi. Onu hardan çıxardım?
Nə bilim, pizzadı çəkiləndə acayı kimi oldun. Baxan deyir evinizdə aclıqdır. Bilirsən ki, mən göbələkli pizzanı çox sevirəm. Məncə, bu elə də güclü arqument deyil. Sən normal pizza xoşlayan, burnunda dəmir salınan qıza pizza yeməyə getməyə təklif ediləndə verəcəyi reaksiyaya görə daha qabarıq təpki göstərirsən. Göbələkli pizza, deyərək düzəliş elədi İnar. Göbələkli pizza, deyib səhvimi düzəltdim. İstəsən arada sizə pomidor, kartof kimi ərzaqları alıb gətirə bilərəm, ac qalmayın. Ben, biz ac deyilik, evdə yemək var. Sadəcə indiki vəziyyətdə qurd kimi acam. Həm də göbələkli pizza üçün səbirsizlənirəm. Deyərək öz qaçdığını, yoxsa yeridiyini seçmək mümkün olmayan, növbə ilə bir ayaq üzə tullanaraq atdığı addımlarla öndə getməyə davam edirdi. Elə isə uçmağa etiraz eləməzsən. Deyərək qaçıb ona çatdım və onu qucağıma alıb havaya qaldıraraq qaçmağa başladım. İnar xoşbəxt idi. Sevincindən qışqırırdı. Urra, uçuram, deyərək qollarını havaya açmışdı. Yoldan keçən insanların hamısının gözləri bizə zillənmişdi. Çox qəribə şəkildə bizə baxırdılar. Belə halda normalda insanlar bizə gülər üzlə, fəxrlə baxmalı olduğunu düşünürdüm. Amma onlar bizə qəzəblə baxırdılar. Sanki ictimai ərazidə sekslə məşğul oluruq. Onların boyları məndən balaca olsa da, başlarını yuxarı qaldırıb, yuxarıdan aşağı istehza ilə baxırdılar mənə. Onları cəmi bir saniyə gördüm və bir daha fikir vermədim paxıl qara kütləyə. Papa John's restoranının 2-ci mərtəbəsində rəngli-rəngli şəkillərlə bəzədilmiş şüşəbəndin yanındakı 2 nəfərlik masada əyləşdik. Yanımda gəzişən xanım olduğunu səbəb gətirərək mümkün olan ən böyük göbələkli pizza və 2 kola sifariş elədim. Sifariş alan ofisiant bir anlıq kildə düşdü. Dərhal da özünü toparlayaraq bir neçə dəqiqəyə sifarişimizin hazır olacağını və zəhmət olmasa gözləməyimizi xahiş edərək əlindəki dəftərçədə nələrsə qeyd edib pilləkənlərlə aşağı düşdü. Danış görüm, kasıb olmaq, ac olmaq necə isti? Deyərək İnara irişdim. Çox çətindir, güclə tab gətirirəm. Nə yeyib, nə içirsiniz? Masanın üstündə qoyduğu balaca yumşaq əllərini əlimə alıb ilk dəfə zooparka gedən uşağın şiirlərə baxdığı heyranlıqla baxırdım onun gözlərinin içinə. Qulaq as, evində nə mətbəx gördüm, nə də ki hər hansı boşqab. Fincan ya da nəsə, nə yeyib, nə içirsən, maraqlıdır. Nisbətən ciddi tonla soruşdu İnar. Sendviç. Səhərlər nə yeyirsən? Sendviç. Bəs günorta? Sendviç. Sendviç sözünü hər dəfə müxtəlif intonasiya ilə deyirdim. Allah Allah, bəs axşamlar nə yeyirsən? Demək ki, sendviç. Deyərək sözünü kəsdim. Sənin o qurumuş mədən sendviçdən başqa nəsə həzm edə bilir? Bilmirəm, yoxlamamışam, deyərək güldüm. İndi yoxlayarıq. Mənim pizzam nə oldu, harda qaldı? O mənim pizzamdır, pulunu da mən vermişəm. İstəsəm sənə verməyə də bilərəm. Sən bunu mənə eləməzsən, Bendi, eləməzsən, Niyə eləməyim ki? Yaxşısı sən özünə elə apar ki, yaxşı apar, mənə bir neçə tərif de. Elə isə atamın işdən çıxarılmasına görə verilmiş 3 aylıq müavinətdən bir neçə kağız qalıb məndə. Gərək özümə alım heyif ki, sevgilimin incəliyi yoxdur. Hey, bu sayılmır. Sən atanın işdən çıxarılmasına görə verilən pulu xərcləsən, evdəkilər az qala bilər. Eybi yox, bu dəfə keçirəm. Bir neçə pors verəcəm sənə, amma atan iş tapan kimi qaytarmaq şərti ilə. Razılaşdıq. Tezliklə göbələkli pizzamız da gəlib çıxdı. Sanki mən sifarişi verəndə aşpazlar yenicə göbələk yığmağa hansı rayona yollanmışdılar. Digərləri isə pizzanın çörəyi üçün buğda ekməyi yollanmışdılar. Hər şey lap sıfırdan başlamış kimi gecikdi sifarişimiz. İnar üçbucaq porsiyaları elə iştahla yeyirdi ki, sadəcə ona baxmaqla pizzanın dadını ağzımda hiss edirdim. Sadəcə onu tamaşa etməklə doyurdum. Amma yox. Bu ac qız porsiyaları elə təzərdirdi ki, biraz da əlimi çənəmə dayanıb onu seyr eləməyə davam eləsəm, pizza yemək zövqündən qıraqda qalacaqdım. Dərhal əlimi atıb, bir porsiyadan mən götürdüm. Bir diş alan kimi dadı ağzımda yayıldı. Doğrudan da göbələkli pizzaya görə bu hoqqalardan çıxmağa dəyərmiş. Çox dadlı idi. Pizzanın ləzzətli dadının zövqündən gözlərimi yummuşdum hətta. Gözümü açıb ətrafa nəzər saldıqda, gözüm heç də xoş olmayan mənzərəyə sataşdı. Bir neçə stol aralıda 2 oğlan bizə baxaraq nəsə müzakirə edirdilər. Daha çox İnara baxırdılar. Əsəbimdən dişlərimi qıcadım. Beynimin bir rəfində onlar üçün bir konfet qoydum və restorandan çıxan kimi onlara verməyə qərara aldım. Bu tezliklə oldu. Gənc oğlanlar ayağa qalxıb getməyə hazırlaşırdılar. Hələ də bizə baxıb nəsə deyərək gülməyə davam edirdilər. Bu məni daha da qıcıqlandırırdı. Lap hövsələdən çıxmışdım.
İnarla deyib gülsəm də, tez-tez gözlərim onlara tərəf qaçır, gülüşlərimdə sünilik hiss olunurdu. Əsəbimdən əllərim əsirdi. Oğlanlar ayağa qalxıb pilləkənlə birinci mərtəbəyə düşən kimi İnara ayaq yoluna gedəcəyimi deyərək üzr istəyib onların dalınca getdim. Onlar restoranın şüşə qapısından çıxıb sağa döndülər. Onların dalınca düşməyə davam elədim. Restoranın qapısından çıxan kimi kapşonumu başıma çəkdim. Bu məni daha da özmeinamlı və zəhimlədirdi. Yeraltı gecədən çıxıb opera və balet teatrının yanından tindən döndülər. Burada artıq insan izdihamı müşahidə olunmurdu və mənim üçün ən uyğun zaman yetişmişdi. Dərhal sürətimi artırıb onlara yaxınlaşdım. Uşaqlar, bu sizindir, masada qalmışdı, deyərək onlara siqaret qutusu uzatdığımda ikisi də geri döndü. Əslində siqaret qutusu masada qalmamışdı. Sadəcə onlar bir yerdə ayaq yoluna gedəndə masalarındakı siqaret qutularını oğurlamışdım ki, onlara yaxınlaşmağa rahat bir səbəbim olsun. Çox sağ ol. Biz axtarsaq da heç cür tapa bilməmişdik bunu. Çox sağ ol qardaş, deyirdi ki, dar şalvarlı oğlanın çənəsinin altından dəyən dəmir yumruq onun arxa-arxaya bir neçə yöndəmsiz addım atdıqdan sonra huşsuz vəziyyətdə yerə sərələnməsinə səbəb oldu. Nə baş verildiyini görməyə belə macal tapmayan uzun saqqallı birisi isə qəfildən mədəsində yaranan sancıdan 2 qat oldu. Çünki qarşısında duran qəzəbli oğlanın digər yumruğu onun qarın boşluğuna tuş gəlmişdi. Quyruğu tapdalanmış ilan kimi yığılıb yerə yıxıldı. Yerdə qıvrılmağa başladı. Uzun saqqallı oğlanın zarıması boğanaq çıxırdı. Səsi tutulmuşdu sanki. Dar şalvarlı isə o yerdə uzanıb elə şirin yatmışdı ki, oyatmağa qıymadım və yerdə qırılıb zarayan saqqallıya yaxınlaşıb söz demək üçün aşağıya əyildim. Başqasının sevgilisine baxmaq yaxşı əməl deyil, uşaqlar. İnanıram ki, bir də buna oxşar hal olsa tir-tir əsəcəksiniz. Bir də belə qələt eləməyəcəksiniz. Və bir də mənə qarşı buna oxşar bir hərəkət eləməyə cəhd göstərsəniz, sizi peşman eləmərəm. Çünki ölülərin peşman olmaq kimi bir funksiyaları olmur. Sizi məhv edəcəyəm. Sizdən sadəcə boş-boş xatirələr qalacaq dünyada. Sizin haqqınızda danışılanda keçmiş zamanda danışacaqlar. Sizi yandırıb külünüzü qaynadıb havaya buxarlandıracağam. Yəqin ki, nəsə bir dərs ala bildiniz. Həyatınızın qədrini bilin, deyib uşaqların dərsini verdikdən sonra qaçaraq Papa John's restoranına qayıtdım. Yol boyu çıxışımın necə də səlis və qətiyyətli olduğunu düşünürdüm. Enavarla yaşayandan bəri həm fiziki gücüm, həm də belə vəziyyətlərdə diplomatik bacarıqlarım inqilab eləmişdi. Yaman gecikdin, deyə İnar məni görəcək dilləndi. Gözümü masaya dikəndə orada pizzadan heç bir porsiya qalmamışdı. Hey, pizzalar anı, hamısını yedin? İnar heç nə demədən yazıq-yazıq baxdı və mənə başı ilə təsdiqlədi. Eybi yoxdur. Ağlama day, atası işdən qovulan mən deyiləm, sənsən. Mən nə vaxt istəsəm, ala bilərəm, deyib gülərək onun yanağına sığal çəkdim. Adamın atasının ölməyinin bir üstünlüyü də atanın işdən qovulma təhlükəsinin olmaması deyərək gülməyə davam elədim. Sən sadəcə dəlisən ben, deyə başını bulayaraq güldü İnar. Mən pizza istəyirəm, hamısını niyə yedin axı? Barababam deyərək stolun altında gizlətdiyi üçbucaq pizza porsiyalarını yuxarı qaldırdı İnar. Bu qədər pizzanı tək yediyimi bildikdə nə reaksiya verəcəyini yoxlayırdım. Artıq gec olduğunu deyərək getməyə bu dəfə mən təklif elədim. Çünki bugün heykəllə heç bir iş görməmişdim. Bəlkə gecə heç evernəsi də getməyəcəkdim. Çünki xeyli işim qalmışdı. İnarın simasını ad gününə qədər gips topunda canlandıra bilməyəcəyimdən qorxurdum. Biz masadan duranda 3 porsiya hələ qalmışdı. Onların aqibəti mənə maraqlı idi. Onlara xeyli pul tökmüşdüm. Bir anlıq özümlə götürüb enavara parmağı fikirləşdim, sonra fikrimdən daşındım. İnarın ad gününə cəmi bir gün qalıb. Sabah artıq ad günüdür. Yəqin bugün görüşdüyümüzdə sabah ad günü olduğunu deyəcək mənə. Sənət əsərimin isə yalnız saç hissəsinin yarısı və boynu qalmışdı. Bunlar xeyli ağır hissələr olsa da, əsas onu canlandıran göz, burun, dodaq, çənə hissələri artıq hazır idi. Amma İnar üçün bu hissə biraz ağır idi. Onun saçları buruq və dağınıq idi. Vaxtımı çox aparacaqdı. Növbəti gecə də işə getməməyə qərarı almışdım. Bütün gecə dayanmadan heykəlin üzərində işləyəcəkdim. Arada Tanrıya İnarı niyə bu qədər qəliz yaratdığına görə şikayətlənirdim. Kaş İnar kvadrat baş, 2 dairə göz, uçbucaq burun, trapesiya formasında ağız, kəsərbaş bir fiqur kimi olaydı. O zaman işim də rahat gedərdi, deyə xəyal edirdim. Səhər mən işdən gələndə İnavar artıq evdə idi. Daşdan oyduğum İnarın qarşısına durub onu seyr edirdi. Necədir, bəyəndin? Bu sadəcə mükəmməldir.
Ağır zəhmət nəticəsində əldə olunan hər şey mükəmməl olur. Məncə də. Mənə də hazırla bundan, sənə pul verərəm. Sarı balqabaq al, onda oyaram səni. Cəhənnəm ol. Belə baxanda nəyə lazım idi bu qədər əziyyət? Bir dənə oyuncaq ayı, bir dənə şokolad alıb yola verə bilməzdin? Nə bilim, daha maraqlı bir şey olsun istədim. Məncə o buna bayılacaq. Hələ bir bayılmasın da onun baş nəzərəm. Elə mən də. Sənin üçün yeni mahnılar gətirmişəm. Bu gecə daha həvəslə işləyərsən. Çox sağ ol. Sən nə vaxtdan məni dəstəkləməyə başladın bu mövzuda? Dostumsan da, neyliyim? Olduğun kimi qəbul eləməyə məcburam. Çox sağ ol. Bir halda ki belədir, günorta evi səliqəyə sal. Çıx get harasa, İnarla birlikdə evə gələcəm. Deyib yatağıma uzandım. Elə yorğun idim ki, yatmazdan əvvəl neçə qoyun saydığım belə yadımda qalmadı. Yenə də zəngli saatın zərlötəkən səsinə oyandım. Ayaqqabının birini soyunmaq yadımdan çıxmışdı yatanda. Yatağımın yanında tək başına qalan ayaqqabımı da geyinib Neft Universitetinə yollandım. İnar ilə əl-ələ tutub gezə-gezə tanış bir yerə gəlib çıxdıq. Əslində bundan əvvəl də bir neçə dəfə buraya yolumuz düşmüşdü. Amma bu dəfə buranın daha çox fərqinə varmağımın səbəbi musiqi olmuşdu. Filarmoniya bağındakı sarı rəngli Filarmoniya sarayının qarşısındakı ağ sütunlar və heykəllərlə əhatəyə alınmış fəvvarələrin ətrafına musiqi sədaları yayılmışdı. My Sweet and Tender bu musiqinin sədaları altında ilk görüşümüzdə İnarla rəqs eləmişdik. Musiqi eşidən kimi İnar ayaq saxladı. Gözlərində sən də mənim düşündüyümü düşünürsən deyən baxışlarla gözlərini mənə zillədi. Bu dəfə artıq rəqs eləməyi öyrənmişəm dedim. Doğrudan, yoxlayaq da deyərək əllərini havaya açdı. Və biz həzin musiqinin sədaları altında rəqs eləməyə başladıq. Bu dəfə artıq çox gözəl rəqs edirdim. Oradan-buradan bir neçə vals hərəkətini öyrənmişdim. İlk görüşümüzdəki həmin gündən daha bir fərq onda idi ki, keçən səfər yoldan keçən adamlar gözcü bizə baxaraq yollarına davam edirdilər. Bəziləri dayanıb baxırdılar, bəziləri isə bizə baxıb üzlərində təbəssüm keçib gedirdilər. Bu dəfə isə hər kəs dayanıb bizə baxırdı. Bəziləri gözlədiyim kimi üzlərində təbəssüm var idi. Telefonla bizi videoya çəkənlər isə heç xoşuma gəlməmişdi. Amma bütün bunlar vecimə də deyildi. İnarla vals edərkən bütün ruhum xoşbəxtlikdən həzz alırdı. Musiqi bitdi və qolumu İnarın boynuna aşırdıb yolumuza davam elədik. Gəldik çıxdıq mənim evimə. Qapının dəstəyini buran kimi heykəli gizlətmədiyim yadıma düşdü. İnar onu yalnız sabah görə bilərdi. Bu sürpriz olmalı idi. İnar, sən bir dəqiqə burada gözlə. Mən gəl deməmiş gəlmə oldu. Nədir? Yer-yığış edirsən evində, deyərək güldü. Onun kimi bir şey deyib evə daxil oldum. Qapını bağlayıb gözümü otağa gəzdirəndə gördüyüm mənzərənin şokundan diksindim. Heykəl yerində yox idi. Bir neçə saniyə içində ağlımdan min cür fikir keçdi. İlk fikir Enavarın onu satması idi. Dərhal özümü ələ alıb ev axtarmağa başladım. Sən demə, Enavar mənim unutduğum işi görübmüş. Amma mən riyakarcasına ondan heykəlin satması barədə şübhələnmişdim. O heykəli yastıq özlüyünə bükərək yatağımın altında gizlətmişdi. Ürəyimdə Enavara təşəkkür elədim və qapını İnara açdım. Vau, sən bir dəqiqə içində belə yer-yığış elədin, deyə gözlərini bərəldərək evi gözdən keçirdi İnar. İnar otağa daxil olan kimi dərhal Billiyə yaxınlaşıb onunla salamlaşdı. Daha sonra qoca Fenderi çantasından çıxarıb mənə uzatdı. Mənə musiqi ifa elə dedi. Yox, musiqi istəyirəm. Şkafın üstündə Enavarın iPodu var, qulaqcıqlar da gitara çantasındadır. Yenə şeylik eləmə. Mən musiqini yalnız pulla ifa edirəm. Elə isə mən pul verərəm. Ver. İnar bel çantasını açaraq pul qapısını açıb içinə göz gəzdirdi və üzünü mənə çevirib, həzin və gözəl bir mahnını neçəyə ala bilərəm? Bir qucaqlamaq və bir öpüşə. İnar heç pul qabını bağlamadan məni qucaqladı və bir neçə dəfə öpdü. Qalıq qalsın, indi isə mahnımı istəyirəm. Mən də ayağa durub Enavarın yatağında əyləşdim ki, üz-üzə olaq. Həmişə gitara çaldığımda olduğu kimi ayağımın üstünə aşırıb kaponu taxdım. C və Amr akordlarında arpej vuraraq İnarın ilk dəfə gördüyümdə ifa elədiyim mahnını Halleluyanı ifa eləməyə başladım. Mən mahnını oxuduğumda İnar qəribə bir sima aldı. Mahnını oxuyub bitirənə qədər sakitcə dayanıb diqqətlə mənə baxırdı. Mən də mahnını oxuya-oxuya onun gözlərinin içinə baxırdım. İnar yanımda olduğu üçün Tanrıya böyük minnətdarlıq hissi var idi içimdə. Mahnını bitirdikdən sonra yaranan qısa bir sükutdan sonra İnar soruşdu. Bu mahnı yaddaşımda nələrsə deyir. Əvvəllər bunu mənim üçün oxumusan heç? Hə,
Səni ilk dəfə gördüyüm gün Evernest barında bu mahnını ifa edirdim. İkinci bəndində sənə aşiq olmuşdum. Vau! Əgər evlənəsi olsaq, toy salonunda işıqları söndürərək, dairə formasına düzülmüş şamların əhatəsində məhz bu mahnını bu gitarə ilə mənim üçün ifa eləməsən, toyumuza dəvətli deyilsən, Ben Duvin. O, doğrudan? Hə, deyib qaşlarını çəkərək təsdiq etdi. O zaman dəvətsiz gələrəm. Qələt eləyirsən. 2 dənə şirək boyda mühafizəçi qoyacam qapıda, əllərində sənin şəklinlə. O, bircə bu yox, yekəpərlərdən zəhləm gedir, deyib ağız büzdüm. Deyəsən yaman acılar çəkmisən yekəpərlərin əlindən deyərək ürəkdən güldü. Bildiyimiz kimi artıq mənim ürəyim var. Heç bir tanrı onu heç bir çay fasiləsində unutmayıb, o yerindədir. İsti, yumuşaq, bəzən çox gövrək, bəzən çox qəddar ürəyim var. Və o ürəyimə dammışdı ki, artıq İnar məsələdən xəbərdardı. Sözü gedən heykəlciyin onun olması haqda onda şübhələr olacağı barədə narahatçılıq var idi içimdə. Həm də dediyinə görə keçmiş həyatımda ad günlərində hər dəfə öz əlimlə nələrsə hazırlamışam. Amma inanmıram mən nə vaxtsa heykəl düzəldə bilmişəm onun üçün. Odur ki, o bunu bilə bilməz. Mən Ben Duvin uzun müddətdir üzərində tər tökdüyüm, hansı ki ilk dəfə ağlıma gələndə qəti şəkildə bacarmaram dediyim, amma getdikcə hətta Enovarın belə bəyənəcəyi qədər bacardığım işin son 20%-ni bitirməli idim. Mən bu işi normalda 3 günə bitirərdim. Ona görə də bugünkü işim bütün klassik final səhnələrində olduğu kimi ağır, həyəcanlı və məsuliyyətli idi. Amma bunun da öhdəsindən gələ bilərəm inamı var idi içimdə. Hər cür enerji içkiləri və qəhvələr almışam. Enovarın səs gücləndiricilərinə ən enerjili musiqiləri qoşdum. Saçımı arxaya top kunot yığıb, Enovarın qara bandanası ilə bağladım. İşi ilk başladığım saatlar əynimdə şalvar və sarı futbolkam var idi. Amma bir müddət sonra tərdən onları soyunmuşdum. Nə vaxt dayanacağım və işin harda bitməli olduğunu bilmirdim. Amma artıq mənə elə gəlirdi ki, heykəlin üzərində görüləcək bir iş qalmayıb. Hər şey artıq hazırdı. Barmaqlarımın arasında tutduğum oyma alətlərini yatağıma qoyub əlimin tozunu çırpdım. Biraz geri çəkilib, daşın üzərində canlandırdığım İnarın simasına qıraqdan baxmaq istədim. Gözlərim keyləşdiyindən heç nəyə tam görə bilmirdim. Gözlərimi möhkəm yumub açdım, yenə də xeyri olmadı. Əllərimlə gözlərimi ovuşdurmaq istədikdə, əllərimdəki toz gözümə getdi və dərhal tualetə gedib əllərimi, üzümü yudum. İnarın gips üzərində oyulma forması o qədər canlı olmuşdu ki, rəngləndirilsə əsl İnarı heç kəs seçə bilməzdi. Onun əksər vaxtlarda bərəli olan gözləri, toppuş yanaqları, ağzında şirin konfet sorurmuş kimi şirin gülümsəyən dodaqları və dağınıq buruq saçları hamısı eyni ilə olduğu kimi canlanmışdı. Evimin pəncərəsi olmadığından, saat olmasa günün hansı hissəsi olduğunu bilmək qeyri-mümkündür. Ona görə mən elə gəlirdi ki, artıq 7 saat 2-3 radələri olar. Amma bu dəfə də balaca ekranı qırıq telefonun saatı məni təəccübləndirdi. Saatın 9:53 olduğunu göstərərək anasını söydürdü lazımsız cihaz. Qurduğum uzun-uzadı planlarımın hamısının üstündən qırmızı bir xətt çəkirdi. Tuk, qapı arxasında Enovarın səsi gəldi. Gəlmə, əsəbi hal dedim. Bir müddət səs kəsildi. Gəl, deyə maraq içində səsləndim. Sabahın xeyir, Şotlandiyalı. Niyə içəri girmirdin? Demədin gəlməyim. Deməni dedim, amma sən nə vaxtdan mənim sözümə belə qulaq asan oldun? Oo, albinos qızımız necə gözəl olub. Artıq dodaqlar da var. Biraz qalın olsa daha gözəl olardı. Fransız dodaqları üçün ürəyim gedir. Sənin yerində olsam, o albinos qıza təmas salmazdım. Ən azından sağlam çənəmin xətrinə. Sevgilisinin xasiyyəti ağırdı. Yaman qısqanc tipi dedim. O, düz deyirsən. Sevgilisi olan qızlardan zəhləm gedir. Bir də idmançı qardaşı olan qızlar. Bir qram gözəlliyi, zərifliyi olmur belə tiplərin. İşini bilirsən ha. Telefonun zəngli saatının qulaq pərdələrini deşən əsəb bozucu səsindən diksinərək oyandım. Dərhal telefonu əlimə götürüb saata baxdım. 13:00 göstərirdi. Tez tələsi əynimi geyinib hazırladığım heykəlin tozunu yorğan üzlüyü ilə silməyə başladım. Bəlkə cəhənnəm olub gedəsən, deyə Enovar yuxulu halda mırıldandı. Səbr elə, gedirəm indi. Onu saxla, sən qaç. Birazdan qalxıb özüm təmizləyərəm. Qorxma, öpməyəcəm. Heykəl qızlar mənim seksual ehtiyaclarımı ödəyə bilmirlər. Bunun haqqını ödəyəcəm. Çox sağ ol. Deyib, qapını çırparaq evdən çıxdım. Binadan çıxanda binanın girişində mənə ayaq saxlayıb baxmağa vadar edəcək Hammurapi dayanmışdı. Ötüb keçəndən sonra da bir neçə dəfə geri dönüb ona baxdım.
İnarın ad gününə kostyum geyinib bu maşınla getdiyimi xəyal edirdim. Alo, alo, adam bir salam verər deyə Evernestdə gündüz növbəsində barmen işləyən balqabağın içaltı kimi sapsarı rus səsilə Aleksandr arxamca səsləndi. Evernestdə məndən başqa hər kəs onu Alex çağırır. Bu onun heç xoşuna gəlməsə də mən onu Sander çağırıram. Hər halda bu da onun adının bir hissəsidir. Sander arxamca səslənsə də mən düz qabağıma baxaraq gitarıma doğru addımlayırdım. Qaydanda Sander qabağımı kəsib başını aşağı əyərək öküz kimi üstümə şığıdı. Sanki içimdən keçmək istəyirdi. Hey, axmaq, nə eləmək istəyirsən deyə onu itələdim. Şükür Allaha deyərək əllərini havaya açıb sonra üzünə çəkdi. Sənə nə olub? Nə vaxtdan Allah inanmağa başladın? Sən ki, ateist idin. 2 ehtimal var. Ya sən ruh olmusan, ya mən. Ona görə özümü sənə çırpdım. 2 haldan biri doğru olsa biz toqquşmayacaqdıq. Sander, bağışla, fikrim çox dağınıqdır. Bu gün sevgilimin ad günüdür, ora tələsirəm. Bendinin sevgilisi var, bir tək mən qalmışam yalquzaq kimi, deyib nəzərlərini aşağı dikdi. Görəsən kimdir o qara taleyli deyərək məni qucaqladı və mənə görə şad olduğunu bildirdi. Bendi, sənə yalvarıram, mənə demək ki, o yazıq qızın ad gününə bu qiyafədə getməklə onu daha da bədbəxt edəcəksən. Oldu, demərəm. Benduin, sənə nifrət edirəm. Sander, mənə nifrət elədiyini bilirəm. Hər dəfə məni görəndə uca səslə bunu yadıma salmağa məcbur deyilsən. Bunu mən demirəm, ürəyim deyir. Atacan, bilmək olar məni hara aparırsan? Sander məni qolumdan tutub öz arxasınca dartaraq deyinirdi. Sənə yeni tuman almağa gedirik. Bu qaraçı qiyafəsində səni görən talihsiz qızın atasının onu bir daha səninlə görüşməyə qadağa etmə ehtimalı suya düşmüş salfetin islanma ehtimalına bərabərdir. Bu sarı mətbəx əskiləri ilə səni heç yerə buraxan deyiləm. Deyib əlindəki telefonu maşına çarı kimi mənə tuşlayıb Bing bing, sən burada gözlə, gəlirəm. Mən avtomobil deyiləm, bir də mənim pulum oldu ki paltar almadım. Sən geyim alacağımız pulu sən ödəyəcəksən, nə də mən. Neçə illərdir bu bara qəpik quruş qarşılığında işləyib milyonlar qazandırmısan. Bugün isə buradan nə qədər lazımdır pul götürüb sənə xərclədiyimə görə sənin eybəcər bozcuğun məni işdən qovsa vecimə də deyil, deyərək kasada qurdalanmağa davam edirdi. Sən sadəcə dəlisən Sander. Buna hər dəfə deməyə məcbur deyilsən Ben, getdik shoppingə, deyə özünə məxsus həmişəki inamlı və enerji dolu addımlarla məndən öndə gedərək bardan çıxdı. Evernestdən təxminən 100 metr uzaqlıqda yerləşən, hər tərəfi şüşəbəndlə əhatələnmiş Ermando Scarfina butikinin şüşə qapısından birinci Sander içəri girdi. Buradakı paltarlar çox bahalı görünürdü. Mən həyəcanlanmışdım nədənsə. Bu smokinglərdən birini əynimdə görmək üçün səbirsizlənirdim. Enarın məni bu geyimdə gördüyündə verəcəyi reaksiya maraqlı idi mənə. Ayaqqabıları Sander seçdi. Onlar mənim üçün elə əhəmiyyət daşımırdı. Mənim üçün əsas olan geyim idi. Ben, sənə paxıllıq eləməyə başlayıram. Xahiş edirəm, bir də bu geyimi geyinmə. Narahat olma Sander, mənim qızların gözlərində görünməmə istedadım var. Bunu eşitməyimə şadam, indi isə gedək sənin üzünü görək. Nə? Səni tanıyandan bu iriyen saqqal sifətindədir. Gedək onları yolduraq. Yoxsa elə kostyum geymiş dilənçiyə oxşuyursan. Elə isə getdik. Geyimimə görə çox şad idim. Sandra qışqıraraq təşəkkür eləmək hissi var idi içimdə. Bu boşboğaz oğlan həddən çox ürək-təmiz və xoşxasiyyət idi. Kostyum, köynək, qalstuk və ayaqqabıya bir yerdə 3200 manat pul ödədi. Bu təxminən 10 aylıq maaşıma bərabər idi. Kişi salonunda özümü qıxdırdıqdan sonra özümü tanıya bilmirdim. Saqqalımı qısaldıb səliqəyə saldılar. İndiyə qədər saqqalımı belə səliqəliyə görməmişdim. Əslində yaraşıqlı oğlan imişəm. Saqqalımı səliqəli formaya salan stilist oğlan Sander'ın xahişi ilə saçımı yuyub qurudaraq top knot yığdı və rezinlə bağladı. Ben Duvuyen, ümid edirəm razılaşmamızı indidən unutmamısan deyərək əllərini sinəsinə çarpazlayan Sander gülüşünü güclə boğaraq suyunu qaşqabaqla dilləndi. Hansı razılaşma? Səni məhv edərəm, Ben Duvuyen. Qoy qızlarımdan biri mənə soyuq davransın ya da onlardan biri sənə baxsın, sənin üzünü çapıq-çapıq edərəm. Elə günə salaram ki, səni bir də heç bir X xromosomlu varlıq sənə baxmaz. Əsəbləşmə Sander. Deyirəm sevgilim var, narahat olma. Qızlarına dəymərəm. İndi isə gəl bura səni qucaqlayım, yoxsa Tanrım mənim bu qədər yaxşılığın qarşısında səni qucaqlamadığım üçün məni cəzalandıra bilər. Onsuz da gözü heç tutmur məni. Bugün ona yaltarlıq eləməliyəm. Ən azından sevgilimin atası ilə görüşəcəm. Yalnız Tanrıya göstəriş üçün, nəzərə al ki, bu mənə heç də xoş deyil. Bunun heç bir əhəmiyyəti yox idi Sander. İndi isə mən qaçmalıyam. Evə gedib hədiyyəni götürməliyəm. Görüş haqqında sənlə başqa vaxt danışarıq.
14 gün içində ağır zəhmətlə hazırladığım şəhanə hədiyyəmlə evdən çıxmaq üçün qapını açdıqda Enavar səsləndi. İndi belə geyimdə avtobusa minəcəksən? Yox, taksiyə. Sənə heç o da yaraşmır. Bilirəm, amma nə edək? Kasıb baxmaq. Kör-körə kör deməsə bağrı çatlayar. Başlama yenə giz-gizə aforizmlərinə. İndi sənə bir şey atacağam. Amma onu qapmaq üçün heykəli əlindən salmağa ehtiyac yoxdur. Bir əlinə də qapa bilərsən. Mən hazır. Enavarın atdığı açarı pult dəsti idi. Bilirsən, Ben, qızılgül gözəl güldür, amma o daha çox bağda gözəldir. Palçıq içində bataqlıqda onun gözəlliyindən heç nə qalmır. Binanın girişində saxladığım sarı Maserati sənin üçündür. Əla maşındır. Onu arzuladığını bilirdim. Mən bərkdən güldüm. Nə oldu? Deyə şübhə ilə soruşdu Enavar. Mən onun adını Hammurapi kimi yadımda saxlamışdım, deyərək gülməyə davam elədim. İnarın məhəlləsində ondan görəndə ən ağır yükün altına girməyə hazıram demişdin onun üçün. Ehtiyac qalmadı. Sən doğrudan da onu mənim üçün almısan? Qara dəvəni satası oldum, bir də böyrəyimi. Bunun bir əhəmiyyəti yoxdur. Bunu sənə görə elədim. Mənə heç tanımadığın halda evinə dəvət edib sığınacaq verdin mənə. İndi sevimli maşının sənindir. Onun sənin ən sevdiyin maşın olduğunu bilirəm. Ən azından hər dəfə bir yerdə yola çıxarkən şəhərdə o maşından görəndə oyuncaq mağazasına baxan uşaq kimi necə ağzının suyunu axıtdığını görürəm. Sənə bir şablon söz deyəcəm, amma bunu çox həssas qəbul elə. Çox sağ ol. Dəyməz. Yəqin ki, maşın sürə bilirsən. Hə, əlbəttə. Yetimxanadan yeni çıxanda dükanlara çörək paylayan maşında işləyirdim. O zaman sürücü öyrətmişdi. Elə isə şirin yuxumdan vaz keçib sənə maşın sürməyi öyrətmək təhlükəsi dəf olundu. Üzümdə xoşbəxt bir təbəssümlə sağ qapını açıb fenderi və hədiyyəmi yerləşdirib, ehmalca qapını bağladım. Dükan arxasına yumşaq oturacaqda yayıldığımda dünyanın ən hündür zirvəsini fəth eləmiş alpinist kimi hiss edirdim özümü. Dükan arxasından dünyanı başqa cür görürdüm sanki. Artıq İnarın ad gününə gecikdiyimi nəzərə alıb yerimdən tez tərpəndim. Maşının uğultulu səsini məni narahat edəcəyini düşünsəm də, salonunda elə də hiss olunmurdu nərəltisi. Şəhərdə çörək paylayan maşında işlədiyim vaxtlardan buranın əsas yollarını bilirdim. Ona görə də İnarın evinə rahat gəlib çatdım. Maseratini binanın həyətindəki digər maşınların yanında park edib maşından düşdüm. Hədiyyəmi və gitaramı götürmək üçün digər qapını açdıqda arxa oturacaqda gül buketi gördüm. Onda barmağımı dişlədim. Mən bunu necə nəzərə ala bilməzdim dedim. Dərhal əlimi uzadıb buketi götürdüm. Üstündə kağız asılmışdı. Dərhal çevirib üzərindəki yazını oxudum. Bilirdim ki, bunu almağa fərasətim çatmayacaq. Amma bil ki, qıza bunu almasan elədiyin hər şeyə hədərdir. Enavar. Ürəyimdə Enavara təşəkkür elədim. Başımı razılıqla sağa sola yellədib, gitara çantasını çiynimə atdım. Bir əlimdə gül buketi, digər əlimdə isə İnara hazırladığım hədiyyəni götürdüm. Budur, kulminasiya nöqtəsindəyəm artıq. Vahidlərin mənzilinin qarşısındayam. Qapı zənginin düyməsini basmışam. Çox həyəcanlıyam. İndi İnar gələcək, geniş silmi görüb təəccübündən gözləri bərələcək. Gülləri görəcək, ağzını geniş açacaq. Sonra ovucu ilə bağlayacaq. Əlimdəki hədiyyəsini götürüb məni qucaqlayacaq və məni necə çox sevdiyini deyəcək. Amma qapının açılması nədənsə ləngidi. Deyəsən evdə çox adam var. Səs-küydü deyə qapı zəngini eşitməyiblər. Zəng düyməsini basıb saxladım. Kimdir? Deyə getdikcə qapıya yaxınlaşan ayaq səslərlə müşahidə olunan qadın səsinin İnarın anasının səsi olduğunu düşündüm. İlk öncə mənəm xanım, İnarın sevgilisi, ad gününə gəlmişəm demək istədim, amma qulağımdakı səs axmaq, buna görə adamın başını kəsirlər, dedi. Bu şəhərdə ümumiyyətlə hər yerdə qızın sevgilisi belə cəsarətlə addım atarsa onu dombaldıb dalına 100 şillə vurarlarmış. Çaşqın baxışlarla məni süzən xanım bir neçə saniyə sadəcə gözlərini mənə zillədi. Gözləri çaşqın halda baxsa da üzündə heç bir ifadə yox idi. Sanki sifətini tanrı yox, mən oymuşdum. Dodaqlarını İnarın dodaqlarından seçmək olmazdı. Mənim nəsə deyəcəyimi gözləyirdi. Mənim heç nə demədən üzümdə təbəssümlə parıldayan gözlərimi zilləyib ona baxdığımı gördükdə xanım söz demədən demək üçün boğazını arıtladı. Buyur oğlum, nə dedin sən bayaq? Salam, mən heç nə demədim, sadəcə qapını döymüşdüm. Yox, sən nəsə dedin bayaq, mən əminəm. Elə isə nə dedim? Xanım, mən İnarın sevgilisiyəm, ad gününə gəlmişəm dedin. Mənə elə gəlir. Beynimi ildırım vurdu sanki. Axı mən bunu deməkdən vaz keçmişdim. Mən dəqiq bunu deməmişdim. Axı o bunu necə eşidə bilərdi? Mən beləcə dedim. Hə, elə dedin. Heç bir şey. Elə demişəmsə, elədir yəqin.
Xanım Vahidin üzündəki ifadəsiz baxışından üzümdən gülüş qaçdı. Dərhal özümü yığışdırdım. Üzr istəyirəm, bugün İnarın ad günü deyil ki, mən İnarın dostuyam, məni ad gününə dəvət eləmişdi. Bu hədiyyə də onadır. Oğlum, İnar sən nə vaxt dəvət eləyib ad gününə? Deyərək qapının ağzına duran məsum baxışlı xanım Vahid soruşdu. Dünən günorta bir yerdə idik. Oy, üzr istəyirəm, özümü təqdim eləməyi tamamilə unutmuşam xanım. Mən köhnə Şotlandiyalı qonşularınız Alan və Susan Vuenlərin oğluyam. Ben de Vuen. Yaddaşımı itirdiyim üçün təəssüf ki, sizi xatırlaya bilmirəm. Amma bilirəm ki, siz məni xatırlayırsınız. Bendi, bu sənsən. Deyərək üzündə kövrək ifadə, eynilə İnar kimi yanaqlarımı ovucuları içinə alıb, gözlərimin içinə baxdı. Daha sonra məni qucaqladı. Bir əlimdə İnarın buketi, digər əlimdə hədiyyəsi olduğundan mən onu qucaqlaya bilmədim. Heykəl azacıq əlimdə tərpəndi. Bir anlıq sürüşüb düşməsindən qorxdum və bərk-bərk yapışdım heykəldən. Xanım Vahid məni qucaqlayarkən onun çiyinlərinin üstündən evin içində göz gəzdirirdim. Gördüyüm qədər kimsə yox idi. Görünür ad gününə heç kim gəlməmişdi. Ürəyimdə fikirləşdim ki, deyəsən tez gəlmisən. Bendi, sənin üçün elə darıxmışdıq ki, İnara sənin barəndə danışmışdı. Sənin gözəl, yaraşıqlı oğlan olduğunu deyirdi, amma bu qədər alicənab biri olduğunu təsəvvür eləməmişdim. Gəl, keç içəri. Qonaq otağına gələndə heç kimi görmədiyimdən narahat oldum. Xanım, deyə sözə başlayacaqdım ki, bu adam mənim doğmalarımdan biridir deyə düşündüm. Bir anlıq empatiya qurdum ki, mən ona belə müraciət etsəm, onun mənim üçün yad olduğunu düşünər. Buna görə ona xala deyib müraciət etməyə qərar verdim. Xala, İnar yoxsa ad günü başqa yerdə keçirilir? İnar hardadır? Bendi. Sizin ailənizin başına gələnlərə görə çox üzüldük. Elə bilirdik ki, sən ölmüsən o gecə. İnara sənin tapdığını deyəndə sevincimiz yerə göyə sığmırdı. İnara sənin haqqında xeyli danışıb bizə. Nə içəcəksən? Çay içəcəm çiyələk mürəbbəsi ilə, dedim. Oğlum, sən burada gözlə, bir dəqiqəyə çayını gətirərəm. Amma çiyələk mürəbbəsinin olub olmadığını əmin deyiləm. Bu zaman anladım ki, çiyələk mürəbbəsini istəməklə artıq həyasızlıq eləmişəm. Eybi yoxdur, əncir mürəbbəsi də olar. Axmaq, göy düzəltdin də sən. Əncir mürəbbəsini hardan çıxartdın? Hər kəsin evi mürəbbə ilə dolu deyil. Masanın üstündə var, onunla içəcəksən zəhərini. Mürəbbə ayranıma bax. Sən ömrünü mürəbbə ilə çay içmisən? Bu dəfə qulağımdakı səs məni yaxşıca danladı. Qulağımdakı səsə cavab ağlıma gəldi ki, onlar varladırlar. Amma qulağıma gələn anormal səslərə söhbət xırdalamaq axmaqlıq olardı. Xala, sizdə nə mürəbbəsi varsa verin, onunla çay içəcəm. Yumuşaq kresloda yayılıb gözəl evlərini seyr edirdim. Divardakı nəhəng televizor, tavandan asılan çılçıraqlar göz oxşayırdı. Bir anlıq sıxıldım və tavandan asılmış çılçırağın salınan kristallarını saymağa başladım. Qarışıq şəkildə bir-birinin içində olduğundan çaşırdım deyə saymağı dayandırdım. Bir dəqiqə səbr elə Bendi, çay artıq hazırdır, deyə xanım Vahidin səsi gəldi mətbəxdən. Narahat olmayın, mən tələsmirəm, dedim. Uzaqdan yaxşı seçə bilmədiyim üçün yaxınlaşıb daha yaxından baxmaq istədiyim şəkillərə. Bilmirəm niyə məhz belə, amma aralarından çox az məsafə olmasına baxmayaraq, xalçanın hər damasının üstünə bir addım qoyaraq şəkillər asılmış divara yaxınlaşdım. İçimdə bir fəryad qopdu ki, ürəyim paramparça oldu. Əllərim, ayaqlarım əsməyə başladı. Dodaqlarım titrəyir, bütün bədənim əsir. Onlara baxsam da heç nə görmürdüm. Gözümün qarşısına keçmişdən səliqəsiz fraqmentlər canlanırdı. Bir müddət heç nə düşünmürdüm. Düşünmə qabiliyyətim özümə qayıdan kimi özümü baltalamaq istəyirdim. İnsanlar olmayan bir yerə çəkilib bütün gücümlə qışqırıb bağırmaq istəyirdim. Ürəyimdə elə bir ağırlıq yığılmışdı ki, saatlarca ağlasam da, bir ton göz yaşı töksəm də rahatlanmazdı. Özümü məhv eləmək istəyirdim. Dünyadakı ən ağır cəzalara layiq görürdüm özümü. Dodağımı artıq uzun müddətdir möhkəm dişlədiyimdən qanımın dadını hiss elədim dilimdə və digər tərəfdən xanım Vahidin səsi məni dünyaya qaytardı. Bendi bu bizim ailəmizdir. Baş barmağımla dodağımın qanını sildim. Başımı aşağı əydim, xanım Vahiddən üzümü gizlədim. Soldan İnarənin bacısı Ayneldi. O sənə bacı kimi idi lap. Bir halda ki, amneziyam var, onu yada sala bilməzsən yəqin. Amma o heç vaxt səni unutmamışdı. Təzəlikcə intihar elədi Bendi, deyib kövrək səslə dediyi sözlərdən sonra hönkürtü ilə ağlamağa başladı xanım Vahid. Ciyərini nəfəslə dolduraraq özünü ələ aldı. Yuxarıdakı isə İnarənin atasıdır.
O da səni çox istəyərdi, Bendi. Sənin atanla birlikdə üçünüz tez-tez dəniz kənarına balıq tutmağa gedərdiniz. Anel vəfat etdikdən sonra dözə bilmədi. 2 dəfə ard-arda infarkt keçirtdi. Sözünü bitirmədən güclə sıxıb saxladığı göz yaşlarını yenidən azad buraxdı. Mənim çiynimdən tutub yıxılmamaq üçün müvazinətini saxlayırdı sanki. Arxaya çevrilib onu qucaqladı. Başını mənim çiynimə dayayaraq ağlamağa davam edirdi. Mənsə üzümdə soyuq ifadə ilə dişlərimi elə bərk sıxmışdım ki, bir-birinə bəlkə də bir neçəsi qırılmışdı artıq. Dişlərimin qıcırtısının səsini qulağımda rahat eşidirdim. Şəkildəki bu adamlar haqda xəbərlər elə gözlədiyim kimi idi. Ax, onlar demək olar elə məni öldürmüşdüm. Enəvar və mən uşaqlıq dostumu intihara məcbur eləmişdik. Atasını, yəni cənab Vahidi isə vicdan əzabı verərək öldürmüşdük. Üzüm buz kimi olsa da ürəyim qan ağlayırdı. Dodağımı aralasam ot püskürəcəkdim sanki. Bədənimdə qeyri-adi bir enerji hiss edirdim. Bütün bədənimi əsməcə tutmuşdu. İnarın üzünə necə baxacağımı bilmirdim. Mənim üzümlə İnar və anası ailəsində ağır etki ilə üzləşmişdilər. Amma nədənsə İnar bu haqda mənə danışmamışdı. O çox pozitiv idi bütün bu müddət ərzində. Həyat ailələrimizə qarşı amansız oldu, Bendi. Sizin də, bizim də ailəmizə qarşı qəddar oldu həyat. Ona nə deyəcəyimi bilmirdim. Əllərimi ovuşduraraq dodaqlarımı dişləyib, narahat şəkildə sağa sola baxırdım. Axı nə deyə bilərdim ki? Bu yaşlı, saf və aciz qadının həyatını məhv eləmişdim. Nə deyə bilərdim? Heç nə deməyə haqqım yox idi. Ümumiyyətlə yaşamağa haqqım yox idi. Amma vəziyyətə uyğunlaşmaq üçün nəsə deməliydim. Düzdür xala, amma əlinizi həyatdan bu qədər üzməyin. Tanrı İnarı sizdən əsirgəməsin. Nə qədər ki o sizin yanınızdadır, siz tək deyilsiniz. Xanım Vahid hıçqırıqlı ağlamasını çətinliklə saxlayıb özünü toparladı. Masanın üstündəki salfet qabından 3 dənə salfet çəkərək gözünün yaşını sildi. Bendi, sən bayaq dedin dünən İnarə ilə bir yerdə olmusan? Bəli, dünən mənim evimdə bir yerdə idik. Mənə ad gününə dəvət elədi və hədiyyəsiz gəlməyimi qadağan elədi. Hala heç bilirsiniz nə gətirmişəm ona? Yəqin ki tezi ilə gəlməz. Bağlamanı açıb sizə göstərə bilərəm o gələnə qədər. Bendi, İnarə, o xanım Vahid sözünü sonacan deyə bilməyib, göz yaşlarının yığıldığı qəfəsin qapısını açdı. Ürəkdən ağlamağa başladı. Bağlamanı açmağa başlamışdım ki, yarımçıq saxladım. Ürəyimə qorxu düşdü. Görəsən İnara nə olub? Yəqin ki anasından ayrı yaşayırlar. Anası ilə yola gedə bilmədiyindən başqa yerə köçmüş ola bilər deyə fikirləşdim. Elə isə mənə niyə ünvanını verməmişdi? Xala, nə İnar? O hardadır? Oğlum, İnar 3 ay bundan əvvəl dünyasını dəyişib. Başa düşürsən? Bendi, İnar yoxdur. Mənim qızım ölüb. İnarə. Mənim mələyim o artıq 3 aydır yaşamır. Xanım Vahidin hüzn içində ağlaya-ağlaya dediyi kəlmələr mənə elə də təsir eləmirdi. Çünki mən bir aydan çox idi ki, İnarla hər gün görüşürdüm. Hətta az əvvəl onunla telefonda da danışmışdım. O sağ idi. Ola bilsin sadəcə anasından gizlənirdi. Anasına yalancı ölüm xəbər satmaqla gizlənmiş olmalıydı. Xanım Vahidə yaxınlaşdım. Əlimi onun çiyninə qoydum. Təskinlik verməyə çalışdım. Nəsə demək xatirinə bu vəziyyəti analiz etmək üçün soruşdum. Xala, necə oldu bu? İnar dünyasını dəyişdi, anladım mənə, xahiş edirəm. Heç nə oğlum. Heç nəyin üstündə. Sadəcə balaca bir mübahisənin üstündə ona qardaşı kimi doğmaca xalası oğlu onu vəhşicəsinə bıçaqlayaraq öldürdü. Onlar bacı qardaş kimi idilər. İnana bilmirəm, Timur bunu necə edə bilərdi axı. Hər şey bu qədər açıq olmasaydı və Timur hər şey boynuna almasaydı, dünyasında inanmazdım Timurun bunu elədiyinə. Doğmaca bacım oğlu mənim qızımı öldürdü. Allahım, heç vaxt barışa bilməyəcəm bu qara xəbərlərlə. Bütün həyatım məhv olub mənim. Artıq yaşamağımın da heç bir mənası qalmayıb. Siz Timur dediniz, deyə təəccüblə soruşdum. Bəzi şeylərin mənə aydın olduğu kimi hiss elədim. Amma nə olduğu hələ qaranlıq qalmışdı. Bəli, Timur, şərəfsiz Timur Didari. Məhv elədi qızımın həyatını, heyvan oğlu.
Qızıma qardaş kimi idi, amma alçaqcasına 2 dəfə bıçaqlayıb öldürdü qızımı. İndi isə 15 il. Güya içkiliymiş. Xanım Vahidin daha sonra nə dedikləri yadımda deyil. Gözlərimi açdığımda bir neçə baş yuxarıdan mənə baxırdı. İnsan başları idi. Başın sahiblərinin bəzisi mənim üzümə şillə vurur, bəzisi üzümə su səpir, bəzisi əllərimi ovuşdururdu. Bendi, oyan, sənə nə oldu axı? Deyən xanım Vahidin səsi seçilirdi digər səslərdən. Görünür, mən huşumu itirmişəm və məni oyatmağa çalışırlar. Nəyə görə? Hə, aydındır. Mənə ağır xəbər veriblər və xəbərin şokundan huşumu itirmişəm. Huşum yenidən özümə gəldi. Hayküydən və üzümə dəyən islanmış şillələrdən bezmişdim. Görəsən, haranın xalq təbabətidir bu şillələmək deyə düşündüm. Qonşular rədd olundu. Oğlum, sənə nə oldu, Bendi, yaxşısan? Deməli, siz dediniz Timur Didari, İnarın dostu İnarı öldürüb? Hə, alçaq heyvan oğlu. Qızımla telefonda mübahisə eləyib və sahil bağında qızımı bıçaqlayıb. Əclaf, Allah onun bəlasını versin, qoy çıxsın həbsdən, onu öz əllərimlə öldürəcəm. Dayanın, bu gün bazar ertəsi və iyun ayının 4-üdür, hə? Deyə fikirli halda soruşdum. Bəli, bu gün bazar ertəsi və iyun ayının 4-üdür. Qızımın 20 yaşı olacaqdı bu gün, deyə yenidən göz yaşı axıtmağa başladı xanım Vahid. Hər şey artıq aydın idi. Mən qəzadan sonra ilk vaxtlar əziyyət çəkdiyim şizofreniya xəstəliyindən qurtulmamışdım deməli. Mən lənətə gəlmiş şizofrenik əclafam. Elədiyini dərk eləməkdən boyun qaçıran və xəyallar aləmində yaşayan şizofrenik əclafam. Həyatda hər şeyin istədiyim kimi olmasını xəyal edib yaşayan şizofrenik. Axı necə də kütbeyin olmuşam. Axı iyun ayında dərs olmur. Dünən bazar günü idi. Amma mən dünən İnarı eyni vaxtda Neft Universitetindən qarşılamışam. Onu hər gün Neft Universitetində eyni vaxtda qarşılayırdım. Bəs bütün bu zaman ərzində şənbə və bazar günləri yox idi. Mən şənbə və bazar günləri də eyni vaxtda onu qarşılayırdım. Aman tanrım, mən necə də kör olmuşam. İnarı əvvəllər heç vaxt bir geyimdə ikinci dəfə görməzdim. Amma indi görüşdüyümüz hər gün ilk görüşümüzdə geyindiyi mentol yaşlı kapşon və cins şalvar geyinirdi. Əslində heç mövsümə də uyğun deyildi. Bunlar qış paltarları idi. Ona baxıb mən də yay olmasına baxmayaraq qış paltarı olan sarı kapşonumu geyinirdim yayın istisində. Mən İnar Vahidlə cəmi bir dəfə görüşmüşəm. O, cəmi bir gün olub həyatımda. Həmin gün biz sadəcə Neft Universitetindən yuxarı qalxan küçə ilə mərkəzi küçələri və bağları gəzmişik. Starbucks qəhvəxanasında iyrənc içki içmişik. Daha sonra onun evinə gedib birlikdə sevimli filmimi izləmişik. Sonra nə olub? Heç nə. Sadəcə mən onu öldürmüşəm. Geridəki həyatımız isə sadəcə xəyal idi. Lənətə gəlsin, öldürmüşəm. Səhər şəfəqimi, İnarımı öldürmüşəm mən. Aman tanrım, İnarımı öldürmüşəm. Deməli, lənətə gəlmiş Timur Didari mənim sevgilimin dostu, xalası oğlu Enovarın köhnə sevgilisi, yəni ailənin sevgilisi imiş və biz mesajlaşacağımız adamı səhv seçmişik. Doğrudan da həyatın yeganə normal işləyən qanunu bumerang qanunu imiş. Nə etsən əvvəl axır qarşına çıxacaq. Mən Enovarla bu çirkin işə qol qoymasaydım, İnarım sağ olardı. Hər gün İnarla ilk görüşümüzdə gəzdiyimiz küçələri bir aydan çoxdur onun yanında xəyal edərək tək başına gəzmişəm. Onunla əyləşdiyimiz Starbucks qəhvəxanasında hər gün tək əyləşib 2 dənə kapuçino almışam. Satıcıların mənə qəribə baxmasının səbəbi də bu imiş. Onunla rəqs edədiyimiz Filarmoniya bağındakı ağ sütunlar və heykəllərlə əhatəyə alınmış fəvvarəli meydanda vals oynamışam. Amma bu dəfə tək başına, dəli kimi. İnsanların bu dəfə mənə niyə belə təəccüblə baxmasının və telefonda kamera çəkməsinin səbəbi də bu imiş. Qucağımda adam tuturmuş kimi, dəli kimi şəhərin ortasında qaçmışam. Papa John's restoranında qarşımda adam varmış kimi boş-boş özümlə danışdığıma görə idi oradakı oğlanların mənə baxıb gülmələri. Belimi söykədiyim divara əlimi dayayaraq ayağa qalxmağa çalışdım. Sahil bağında öldürdüyüm o qızın İnar olması həqiqəti və o yalvarış dolu baxışlarla baxan, çarəsiz gözlərin İnarın olması reallığına nə beynim tab gətirirdi, nə də ayaqlarım. Gücsüz vəziyyətdə oturduğum yerə yıxıldım. Xanım Vahid əlini kürəyimə qoyaraq vəziyyətim barədə soraqlandı. Hər şeyin qaydasında olduğunu dedim və onun köməkliyi ilə ayağa qalxıb divanda əyləşdim. Hələ yanıq yarası təzə idi və bunun yandırma gücü hələ tam təsir eləməyib mənə. Görəcəklərim hələ qabaqda idi. Özümü qətiyyən bunlara hazır bilmirdim. Beynimdə bir-birinin ardınca gələn qorxulu fraqmentlər məni dəli edirdi.
Ürəyim boğazımda döyünürdü, boğulurdum, bütün bədənim əsirdi. Hisslərim idarəmdən çıxmışdı. Tanrı, bəsdir. Dostum, mən təslim. Bax, məni cəzalandırmaq istədin. Gördün ki, bacarmırsan. Kasıblıq, aclıq, təhqir olunmaq, alçaltmaq, yetimlik, kimsəsizlik, ağır həyat şəraitləri mənə təsir eləmir. Ürəyimə dəymək istədin. Dəmirçinin dəmiri formaya salmazdan əvvəl onu qızdırdığı kimi sən də ürəyimi sevgi ilə isitdin və istədiyin qədər cəzalandıra bildin. Ən iriyənc hallara saldın. İndi isə gözümü yumacam. Sən isə sakitcə canımı al. Mən nəfəs almayacam. Sən işində ol. Bendi, neyləyirsən? Boğuldun, burax burnunu deyə halımı görən xanım Vahid müdaxilə etdi. Dur oğlum, səni İnarənin yanına aparım. Nə? İnar? Mənim İnarım? Bütün bunlar cəfəngiyat idi. Məni aldadırdılar. Bu oyundur. Oh, şükür. Bu İnarın ad gününə ay zarafat imiş deyəsəm. Eybi yox İnar Vahid, payını alarsan dedim ürəyimdə. Hara? Deyə səbirsizcə soruşdum. Yasamal qəbirstanlığı. Söz xanım Vahidin ağzından daş kimi düşdü. İnarın öldüyünə daha da əmin oldum. İkinci dəfə İnarımın ölüm xəbərini aldım. İndidən sonra milyon dəfə də onun ölüm xəbərini alsam, hər dəfəsində daha çox kədərlənəcəkdim. Hələ onun hansı şərəfsiz tərəfindən öldürüldüyündən danışmıram. Xanım Vahid qırmızı Fordu sürətlə sürürdü. Gözlərindəki yaş hələ də qurumamışdı. Dodaqlarını güclə bir-birinə sıxıb saxlamışdı ki, ağlamasın. Hər dəfəsində İnarın əyləşdiyi qabaq oturacaqda bu dəfə mən əyləşmişdim. İnarın həmişə bu oturacaqda əyləşməsi, bu oturacağı da mənə doğma edirdi. İnar üçün gətirdiyim gül buketi və hədiyyə bağlaması arxa oturacaqda əyləşmişdilər. Bəzən axmaqcasına bu qədər problemlər varkən onlardan ayrılıb maşının pəncərəsindən açılan mənzərələrə öz reaksiyamı verirdim. Qarşıda görünən binaların mərtəbələrini sayırdım. Yaşıl damlı və sarı fasadlı məscid, qırmızı kərpicdən hörülmüş, üstündə rəngarəng naxışlar çəkilmiş minarə, çoxlu qəbirlər. Bura Yasamal qəbirstanlığıdır. Bütün bunlarla barışmaq çox çətindir. Mən dünən İnarla görüşüb çox əyləncəli bir gün keçirirəm. Bugün isə onun özü dəvət elədiyi ad gününə qəbrinə gəlirəm. Hansı ki bir neçə ay əvvəl qazılıb və İnar bastırılıb. Xanım Vahid 3 dənə bir-birinin yanında düzülmüş qara qəbir daşlarının önündə dayandı. Baş daşlarını bir-bir qucaqladı. Ağlamağı da öz yerində idi. İçimin tir-tir əsdiyini hiss edirdim. Xanım Vahid ağlaya-ağlaya qəbirlərin qarşısında diz çökdü. Xanım Vahidin bu vəziyyətini görüb ürəyimdə şiddətli üzrxahlıq hissi baş qaldırdı. Onun ayaqlarına düşüb yalvararaq ondan üzr istəmək istəyirdim. Onun bütün ailəsini mən və dostum bir yerdə öldürdüyümüzü ona demək istəyirdim. Bağışlanmaq barədə heç xəyal da qurmurdum, amma sadəcə üzr diləmək istəyirdim. Amma nə mənası? Mən ona nə deyəcəm? Deyəcəm ki, xanım Vahid, bağışlayın, sizin ərinizi və 2 qızınızı mən və qoçaq dostum Enavar öldürmüşük. Mümkünsə bizi bağışlayın. O isə cavab verəcək. Eybi yox oğlum, olan şeydir. Olan olub, keçən keçib, ürəyinə salma. Məncə o elə deməzdi. Buna görə də dilimi udmağı qərar aldım. Bendi, burada oğlum. Enar burada uyuyur. Bax, qızım, gör kim gəlib yanına. Bendimiz gəlib sənin ad gününə, hədiyyə də gətirib, sənin dediyindən də yaraşıqlı olubmuş. Gözlərini sağdakı qəbirə zilləyib danışırdı xanım Vahid. Mənsə qəbirlərin arxasında dayanmışdım. Xanım bunlar deyənə qədər bura nə üçün gəldiyimizin mahiyyətini də tam anlamamışdım. İnarın öldüyü xəbərini heç cür həzm edə bilmirdi ürəyim. Bura nə üçün gəlməyimiz, İnarın ölməyə ağlıma gələndə içimdən elə bir istilik keçdi ki, sanki qaynar lava içmişdim. Əzəllərim boşalmışdı. Özümü yerə yıxmaq istəyirdim. Bir neçə ağır addımla İnarın qəbrinin qarşısına keçdim. Bendi, mən maşında gözləyirəm. Səni İnarə ilə baş-başa buraxıram, deyə ağlamaqdan gözlərinin altı qızarmış xanım Vahid uzaqlaşdı məndən. Qəbir daşındakı şəkildə də gülürdü İnarım. Həmin o şirin gülüşü ilə gülürdü. Toppuş yanaqlarında və ağzında şirin konfet sorurmuş kimi şirin gülümsünən dodaqlarında həmişəki xoşbəxt təbəssüm var idi. Gülərkən belə qıyılaraq dərin baxan qara gözləri şəkildə də parıldayırdı. Şəklin altında bir şeir yazılmışdı. Qatil qapımı döydü nə vaxtsız, evimdə şamımı yandırmamışam. Puç oldu taleyim, qaldı nə vaxtsız, soldum günəş kimi parlayanmadım. Şeiri oxuduğumda yanağımda yaş hiss elədim. Göz yaşı idi, süzülərək dodağıma dəyib parçalandı. Ardınca daha bir və mən rəsmən ağlayırdım. Xanım Vahid qədər bacarmasam da, məndə də pis alınmırdı. İnar,
İnar, səhər şəfəqim, bax sənə hədiyyə gətirmişəm. Bu corab ya da digər ucuzvari hədiyyə deyil. Bu heykəldir, sənin gözlədiyin heykəl. Səni daşda canlandırdım. Mən sənin həyatını məhv elədim, İnar. Heç bilmirəm nə deyim. Ən ağır cəzalara layiqəm. İndiki halımı, keçirdiyim hisslərimi ifadə edəcək sözlər şablon deyil. Çünki o sözlər heç yoxdur. Heç bir sözlə keçirdiyim hisslərimi ifadə edə bilmirəm. Sinəm şar kimi şişib boşalırdı hər nəfəs alıb verdiyimdə. Aldığım nəfəs o qədər ağır idi ki, sanki zəhərlə tənəffüs edirdim. Ürəyim çox həvəssiz döyünürdü. Çox narahatam, özümə yer tapa bilmirəm. Bundan sonra nə olacaq deyə düşünürdüm. Ağlamadan axıtdığım göz yaşlarım üzündən göz yaşı balansımda heç nə qalmamışdı. Buna görə ürəyimdə yumşaqlıq və soyuqluq hiss edirdim. Olanların ciddiliyini şuurum tam olaraq dərk eləmək istəmirdi. Durub İnarın qəbir daşına yaxınlaşdım. Barmaqlarımı qəbir daşındakı şəklinə gəzdirdim. Barmaqlarım titrəyirdi. Barmaqlarım onun canlanmasını elə arzulayırdı ki, bəzən onun yumşaq yanaqlarına toxunduğunu hiss edirdi. Məni bağışla İnar, səninlə eyni dövrdə dünyada yaşadığım üçün üzr istəyirəm. Absurd olsa da sənin həyatını puç elədiyim üçün üzr istəyirəm. Buna görə vicdan əzabı çəkirəm. Səni sevirəm, səhər şəfəqim. Bu qədər. İnarın heykəlini anasına verməyə qərar gəldim. Buna ən çox onun ehtiyacı var idi və o layiq idi. Maşında başını sükana söykəyərək əyləşən xanım Vahidə yaxınlaşdım. Mənim gəldiyimi hiss eləyən kimi başını qaldırıb özünü əl almağa çalışdı. Heç nə demədən əlimdəki heykəli ona uzatdım. Bu nədir, Ben? Heç nə demədim. Üzümdə soyuq bir ifadəsizlik var idi. Sözlər mənim üçün mənasız gəlirdi artıq. Məndən cavab almayan xanım Vahid bağlamanı açdı və içəridəki İnarın heykəlini görəcək təəccübündən aman tanrım deyərək başını əlləri arasına aldı. Bunu sən hazırlamısan, Bendi. Mən də cavabında heç nə deyə bilmədim. Gözlərimi aşağı dikdim və dişlərimi sıxdım. Çox sağ ol, Bendi, çox sağ ol oğlum. Bilməzsən necə minnətdaram sənə. O mənə minnətdar idi, balaca bir daşda qızını canlandırdığıma görə. Amma bilsəydi ki... İçimdə ağır və qara bir enerji var idi. Ağzımı açıb söz deyə bilmirdim. Sadəcə dişlərimi möhkəmcə sıxıb qıcıyırdım. Titrəyən ayaqlarımı yerə sıxıb sağa sola sürməklə torpağı qazırdım. Barmaqlarım bir-birinə sıxılıb bir-birini incidirdi. Bütün bədənimlə qəzəbli idim özümə. Artıq gecə düşüb. Yenə də ayaqlarım məni onunla gəzdiyimiz küçələrə aparır. Onunla keçirdiyimiz küçələr və əyləşdiyimiz skamyalara baxdıqca bu yerlərdə onunla elədiyimiz söhbətlər və hərəkətlər canlanırdı ağlımda. Filarmoniyadan keçərkən burada elədiyimiz rəqsimiz canlanırdı gözümdə. Starbucks qəhvəxanasının yanından keçərkən ayaq saxladım. Şüşəbəndin yanındakı o 2 nəfərlik masada ikimizi görürdüm. Addımladıqca bütün xatirələr beynimdə aydın şəkildə canlanırdı. Bu fraqmentlər gözümün qabağına gəldikcə ürəyim sıxılır və balacalaşırdı sanki. Gecə saat 2 radələri idi. Ayaqlarım məni gözləndiyi kimi Neft Universitetinin yanındakı qoca palıd ağacının altındakı mavi skamyanın qarşısına gətirib, instinktiv olaraq yaxınlaşıb əyləşdim. Gözlərim həmişəki qırmızı Fordun dayandığı dayanacağa zillənmişdi. Mərtəbələrin, pəncərələrin, havalandırma aparatlarının saylarını bildiyim binalara baxırdım. Birdən qırmızı Fordun gəlib dayanacaqda dayandığını hiss elədim. Sükan arxasında xanım Vahid idi. Qapı açıldı və İnar düşdü maşınına. Heyrətimdən gözlərim bərəldi. İnar yaxınlaşıb yanımda əyləşdi. Hə, Ben, bax belə. Deyə gözləri yol çəkirmiş kimi nəzərlərini uzaq səmaya zillədi. Mən hələ də şokda idim. Təəccüb içində bərəli gözlərimlə ona baxırdım. Deməli, artıq öldüyümü bilirsən, hə? Başımla təsdiqlədim. Hə, gördüyün kimi ölmüşəm. Məni öldürərkən çox məharətli görünürdün, deyərək gülümsədi İnar. Vəziyyətin nə yerdə olduğunu unudub, bu hələ harasıdır, hələ mənim hazırladığım heykəli görəsən deyəcəkdim az qala. Heç nə demədən təəccüblü gözlərimi ona zilləməkdə davam edirdim. Mənə danışan kabusa baxan kimi baxmağı burax, beyin. Mən elə sənin İnarınam və yanındayam. Axı Sən, hə, bilirəm, Ben, bilirəm, ölmüşəm. Bədənim torpağın altında çürüyüb. Yalnız sümüklərim və saçlarım qalıb elə ki. Fu, nə bəs bəndi, nə bəs? Demək istəyirsən, ölmüsən, get öldüyün yerdə? Məni görmək istəmirsən? Bir aldaşı belədir, gedə bilərəm. Aman tarım, nələr baş verir axı? İnar qolunu boynumdan aşıraraq məni özünə tərəf çəkib başını çiynimə qoydu.
Bendi, mənim ölməyimin, hansısa torpağın altında çürüməyimin heç bir əhəmiyyəti yoxdur əzizim. Mən başqaları üçün ölmüşəm, amma göründüyü kimi sənin üçün sağam. Sən nə qədər istəsən yanında qalım, o qədər yanında olacam. Amma ölməyimlə barışsam, bir də heç vaxt məni görməyəcəksən, Bendi. Mən tam olaraq onda öləcəm. O bədənimin xarab olub bastırılmağımın heç bir əhəmiyyəti yoxdur, mənim Bendim. Mən sənə qarışdım, sənin bir parçan oldum və həmişə sənin üçün yaşayacağam. Demək, sən mənim xəyalımsan? Hardasa elə bir şey. Amma nə fərqi var xəyal ya da əsl bədənimin olmağı? Əsas odur mən varam və hələ də səni əvvəlki tək sevirəm. Əhəmiyyəti var İnar. Sən mənim təxəyyülümün məhsulusan. Sənə istədiyim xasiyyətləri vermişəm. Əslinar heç vaxt məni sevməyəcəkdi. O mənə nifrət edirdi, çünki mənim dostum onu evimdən qovmuşdu. Ah, Ben, başlama yenə. Məni görmürsən? Bax, toxun mənə istərsən. Bax, görürsən, mən varam. Mən elə sənə inanıram. İnarınam, inan mənə. İnar, səni sevirəm, deyib onu qucaqladım. O çox real idi. Qucaqlayanda saçlarının ətrini içimə çəkdim. Dünyanı anlaya bilmirdim. Əgər İnar mənim xəyalım idisə, onun ətrini necə hiss edə bilirdim? Onu necə qucaqlaya bilirdim? Onu necə bu qədər real hiss edirdim? Mən də səni, Ben, səni çox sevirəm, deyib daha möhkəm sarıldı İnar mənə. İnar qorxmuş körpə anasının qucağına sığınan kimi məni daha da möhkəm qucaqlayıb mənə sığınırdı. Əzizim, mənə bağışla. Getdikcə İnarın qucağımda yox olduğunu hiss edirdim. Ben, məni yox eləmə, yalvarıram Ben, deyə əllərini getdikcə daha möhkəm sarırdı boynuma. Bağışla İnar, bu məndən asılı deyil, mən bacarmıram, bağışla əzizim. Ben, dayan, Ben, bunu eləmə, məni öldürmə, Ben, Ben. İnarın axırıncı kəlmələri sadəcə qulağımda səslənmiş xəyal kimi gəldi mənə. Boşluq hiss elədim. Gözlərimi açdığımda özümü qucaqlamış vəziyyətdə yaxaladım özümü. Ayağa qalxdım. Sağa sola baxdım ki, bəlkə yenidən onu görə bildim. Amma o yox idi. İnar, gəl, yalvarıram. Sənin ölümünlə barışmayacağam, söz verirəm. Sənin öldüyünü düşünməyəcəm, gəl. Tez-tez nəfəs alırdım, amma yenə də ciyərimə nəfəs çatmırdı. Onun gəlməyəcəyini, bir də onu görə bilməyəcəyimi düşünərək aldığım hər nəfəs zəhərli idi sanki. Neft Universitetinin köhnə binasına yaxınlaşıb yumruqlamağa başladım. Qışqırıq səsim yumruq səslərimə qarışmışdı. Əllərim qan içində olsa da heç bir ağrı hiss eləmirdim. Barmaqlarım qırıq-qırıq olmuşdu. Sınmamış bir sümük belə qalmamışdı. Evə gəldiyimdə saat səhər 4 ya 5 ya da 6, yox 6-da hava açılır, amma mən evə gələndə qaranlıq idi. Odur ki 4 ya da 5 olardı. Yatağımda uzanıb gözlərimi yumdum. Bütün olanların ağır əzabından yatıb qurtulmaq üçün həmişəki hasarı növbə ilə aşan qoyunları saymağa başladım. 1, 2, 3, 4, 5, 145, 146, 147, 466, 467, 468, 3359, 3360, 3361, 8891, 8892, 8893, 8894 artıq minlərlə qoyun saymışdım. Yuxudan isə əsər əlamət yox idi. Qəfildən qoyunlar üsyan elədi və hasarı qırıb hamısı birdən işğal elədi otağı. Hey, evdəsən artıq, haralardaydın, ad günün necə keçdi? Deyə gitarasını çiynindən götürüb divarı söykəyən Enavar ard-arda suallar yağdırdı. Məndən heç bir reaksiya almadıqda ayaqqabısını çıxarıb mənə atdı. Nə olub səssiz oğlan, yoxsa sənə zəhərli tort veriblər? Bu dəfə də məndən cavab almadığını gördükdə mənə yaxınlaşdı. Hey Ben, nə olub sənə dostum, yaxşısan? Üzümdə quru ifadəsizliklə başımı yüngülcə sağa sola çevirib yox işarə elədim. Nə olub, keyfin niyə yoxdur, nələr baş verib, tez elə danış mənə. Mən danışa bilmirdim, dilim tutulmuşdu. Qeyri-ixtiyari gözümdən yaş damcılandı və üzümdə köyrək bir ifadə ilə əvvəllər İnarın şəkli olan divarı işarə elədim Enavara. Hə, aydındır, İnar Vahid. Nə olub ana? Əlimi boğazıma yaxınlaşdırıb ölmə işarəsini verdim. İnar ölüb, deyə Enavar İnarın adını çəkdiyində hər iki əlinin şəhadət barmağını alnında buynuz kimi tutaraq öküzü oxşar bir obraz göstərdi. Buna görə gözlənilmədən dabanımla çənəsindən vurdum. Enavar çənəsini tutaraq oturduğu yerdən yıxıldı. Zariyə-zariyə ayağa qalxan Enavar çənəsini düzəldərək "Nə olub sənə Ben? Yoxsa fısfısa doğrudan ölüb? Necə öldü axı?" Barmağımla qulağını mənə gətirməsini işarə elədim. Aha, buyur, deyə başını mənə tərəf əyib qulağını mənə şəklədi.
Cəhənnəm ol, xırıltılı və güclü çıxan səslə dedim. Cəhənnəmdə bu saat yaman basırıq olur, yalvarıram, məni ora göndərmə. Səhər saatlardır, işə gedərkən tıxaca düşüb əsəbləşən hər kəs əsəbdən bir-birini cəhənnəmə göndər. Odur ki, indi cəhənnəmdə boş yer yoxdur. Hey, sənin əllərinə nə olub, yoxsa İnarın atası ilə yola gələ bilmədin? Əllərimi azacıq yuxarı qaldırıb özüm də onlara baxdım. Enavar əllərimi əlinə alıb onları incələməyə başladı. Sol əlimin orta və atsız barmağımın sındığını, digərləri haqda ümumiyyətlə düşünmədiyimi söylədi. İnar Vahid gəbərib, tfu, bağışla ölüb və sən indi pis vəziyyətdəsən, düz başa düşdüm, deyə bir qaşını qaldıraraq soruşdu İnavar. Başımı çevirib tərs-tərs ona baxdım, amma heç nə deməyə cəhd edə bilmədim. İnavar şəhadət barmağını gicgahına dayayıb, gözlərini tavana zillədi. Daha sonra otaqda ora-bura gəzməyə başladı. Bendi yaxşı deyil, Bendi özünü pis hiss edir, sevgilisi ölüb, ona nə etmək olar? Fikrin necə dağdaq deyərək dodağının altında dəyinirdi. Qəfil orta və baş barmağını şıqqıldadaraq Evrika deyə qışqırdı. Gəl meditasiya edək, əla şeydə, hər şey unudacaqsan. Daxili enerji, xarici enerji, nə bilim nə, maraqlı şeydə dərdin azalacaq. Hər əlini bir düzünün üstünə qoy, əla. Dizlərini bax belə qatla, əla, bu da hazır. İndi isə belini dik tut, gözlərini yum. Çalış, heç nə düşünmə. O, dayan, burası belə deyildi deyəsən. Nəsə fikirləşməliydik. Maraqlı, sakit mənzərə filan. Okey, masturbasiya edən çəhrayı fillər haqqında düşün, deyə hırıldayaraq məni kukla kimi istədiyi vəziyyətə otuzdurduqdan sonra yanımda əyləşdi. Mən onun dediyi kimi parket döşəmədə, dizləri qatlanmış, gözləri yumulu və əllərim dizlərimin üstünə qoyulmuş vəziyyətdə əyləşmişdim. Enavar da eyni vəziyyətdə yanımda əyləşmişdi. Masturbasiya edən çəhrayı fillər də ağlımdan çıxmırdı. Amma əslində bilirdim ki, mən onları düşünməməliyəm. Mənə rahatlıq verən şeyləri düşünməliydim. Ya da ki, yox, axı mən buna layiq deyildim. Mən yaxşı olan heç nəyə layiq deyildim. Qulaq as, qəlbi qırılmış Romeo. Başa düşürəm, indi həyatının ən pis dövrünü yaşayırsan. Damaqları arasında qalan çipsi qalıqlarını təmizləmək üçün qısa pauza verdi Enavar və davam elədi. Beynin ürəyinin nəzarətindədir, dərd çəkirsən. Bunun əsas dərmanı daha da ürəkdən dərd çəkməkdir. Gedə içki içək, daha ürəkdən qəmlən. O dərəcəyə qədər ki, artıq doyasan, artıq bezəsən. Nə olur olsun fərqi yoxdur. Bir şeylə çox məşğul olanda adam bezir. Dərd çəkmək də həmçinin. Mən yenə də heç bir reaksiya vermədim. İndi isə soyun bu centilmen libasını, öz kişi paltarını geyin. Qapını açıb məni itələyə-itələyə bayıra çıxartdı. Evin qapısını kilitləyib gərnəşərək çölə çıxan Enavar nəsə axtarırmış kimi gözlərini ətrafa gəzdirərək əlini çiynimə qoydu. Bendi, bəs Maserati hanı? Heç bir cavab vermədim. Lənətə gələsən. Qapını açıb yenidən mənə yaxınlaşdı. Keç evə, yat sən. Mən bir minik tapıb gələrəm. Axşam gedərək bara. Ona qədər sən də rahatlaşarsan biraz. Deyərək məni kürəyimdən itələyərək evə saldı. Yatağımda uzanlı vəziyyətdə iki barmağımla qulağını yaxınlaşdırmasını istədim. Qulaq as. Sən lal olanda səninlə yaşamaq əladır. Öz axmaq mülahizələrinlə məni bezdirmisən deyib hırıldayaraq əyilib qulağını mənə yaxınlaşdırdı. Ya, yata bilmirəm, xırıltılı və güclə eşidilən səslə dedim. Haha, elə bu, buna görə mənim zəkalı, ağıllı başıma 35 sm yol qət etdirməyə dəyərdimi Benduven? Deyə gülərək başını qaldırdı və tavana baxaraq, Benduvenin tanrısı, oradasan? Görürsən necə kütbeyin bəndən var, deyərək gülə-gülə başını sallayıb sağa-sola yellətdi və qəfildən çənəmə yumruqla zərbə endirdi. Və qaranlıq. Oyan, yatağan, deyə Enavarın uğultulu səsi gəlirdi qulağıma. Bəsdir artıq, qalx ayağa, darıxdım. Çətinliklə gözümün birini açdım. Enavar əlində çipsi paketi ilə yatağında uzanmışdı. Ayaqlarını havaya qaldırıb divara dirəmişdi. Bendi oyansın, Bendi oyansın, 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 oyansın Bendi, lənətə gəlmiş ördək oyansın, oyansın, deyərək yerində deyinir və marçıldadaraq çipsi yeyirdi Enavar. Əzizinəm, ağ olsun, oyaq olsun. Bizim lənətə gəlmiş Benduven birazdan oyaq olsun deyə axma bir şeir uydurub çipsi paketindən bir ovuc ağzına aldı və boğla-boğla hokuşda deyə bağırdı. Enavarın vurduğu zərbənin təsirindən yuxuya getmişdim, amma indi yuxum tamamilə qaçmışdı. İçimdəki ürəyimi parçalayan daxili boşluq məni öldürməkdən betər edirdi. Gözümün qabağında gecə yaşadıqlarım və ondan əvvəl yaşadıqlarım çəkilmirdi. Nə ürəyim, nə də beynim bunu daşıya bilirdi. Dozası çatışmayan narkoman kimi olmuşdum. Heç cür özümə yer tapa bilmirdim.
Enavarın məni bəhs elədiyi həmin yerə aparmasını istəyirdim. Enavarın hardan gətirdiyini bilmədiyim, qara və qırmızı rənglərin qarışdığı tüstü borusunda və benzin bakında Suzuki yazılmış motosikletə mindik. Qaranlıq bir küçədən keçərkən Enavar motosikleti saxladı. Qulaq as, burada düşgir bu küçəyə, biraz get, orada xeyli barlar var. Hansı birində istəsən əyləşərsən. Sakit yerlərdir, heç kim səni narahat eləməyəcək orada. Rahat-rahat nə qədər istəsən içə bilərsən, deyib cibindən mavi kağız çıxartıb mənim cibimə dürtdü. Əlbəttə ki, bu balaca dostumuzun istəyini də nəzərə almazsan. Onun istədiyindən çox içə bilməzsən. Mənim cavabımı gözləmədən kaskanı başına keçirdi və 2 dəfə çiynimdən vurub bir ayağı ilə motosikleti işə saldı. Qaz burğacını sonacan vurdu. Belində enavar olan motosikletin qabaq təkəri qalxdı və bir müddət arxa təkəri üstə sürətlə şütüyərək gözdən itdi. Xeyli müddət onun getdiyi yola baxa-baxa qaldım. Əslində yenə də fikrə getmişdim. Fikir aləmindən ayrılıb geriyə döndüm. Asfalt döşəməsi nisbətən çopurlaşmış, az işıqlandırılmış küçə ilə ayaqlarımı sürüyərək addımlamağa başladım. Yerişim filmlərdəki zombi yerişinə bənzəyirdi. Heç nə düşünə bilmirdim. Halinas yazılan lövhənin rəngli işıqları gah yanıb sönür, gah da rənglərini dəyişirdi. Barın önündə heykəl kimi dayanıb lövhəyə dikmişdim nəzərlərimi. Qara şüşə qapının qarşısında qara kostyum geyinmiş kentavr dayanmışdı. Ağ önlük geyinmiş, görünüşcə ofisianta bənzəyən gənc oğlan bayıra çıxdı və dodağında saxladığı siqareti yandırıb, gözlərini qıyaraq bir qullab vurdu. Bu nədir? Deyərək siqaret tutduğu əli ilə məni işarə edərək güldü ofisiant oğlan. Sən də görürsən, deyə kentavr adlandırdığım mühafizəçi ona baxdı. Hə, dedi ofisiant. Elə bildim gözümə görünür. Atamın ruhu olduğunda şübhələnmişdim. Yenə məni izləyir. Gecə növbəsində işləməkdən başım xarab olub, deyə hırıldadı kentavr mühafizəçi və əlavə etdi. 10 dəqiqə olar heç qımıldanmadan lövhəyə baxır. Halinas adlandırılan bu barın içi barədə heç nə deyə bilməyəcəm döşəməsindən başqa. Çünki kapşonumu gözümə qədər çəkmişdim. Onun altından isə saçlarım tökülüb qabağı görməyimə mane olurdu. Döşəməsi sadəcə qəhvəyi rəngdə parket idi. Uzun dəmir ayaqlı stulları gördükdə bar piştaxtası olduğunu anladım və yaxınlaşıb hündür dəmir ayaqlı stulların belində əyləşib qollarımı bar piştaxtasına uzatdım və başımı qolları üstə qoydum. Xəyallara daldım. Qarşımda kimsə nələrsə danışırdı. Dəqiq bilmirdim mənimlə danışır ya da başqası ilə. Bu mənim elə də vecimə deyildi, çünki mən öz dünyamda idim. Cibimdən enavarın verdiyi mavi pul çıxarıb bar piştaxtasının üzərinə qoydum. Qarşımdakı çox danışan adamdan mənə içki verilməsini xahiş elədim. Çox danışan adam yenə də nələrsə mırıldaya nəhəng fincanda sidik kimi içki gətirdi. Bu pivə idi. Səsini aydın eşitmədiyim çox danışan adam daha bir nəhəng fincana sidik dadı verən içki süzdü mənə. Onu da başıma çəkib axıra qədər içdim. Artıq tam sərxoş idim. Fikirlərim solaxay adamın sağ əli ilə çəkdiyi rəsm tək səliqəsiz və yöndəmsiz idi. Gözlərim axır, yalnız yatmaq istəyirdim. Enavar doğrudan da ağıl dəryasıdır. Əgər ağır dərdim varsa bir küşəyə çəkilib o dərdi daha çox çəkmək lazımdır. Hətta adını unutduğum bir qadın yazıcının yazdığı kitabda oxumuşdum ki, əgər üzə bilməyən adam hovuza düşübsə, xilas olmağın yeganə yolu heç etmədən axıra qədər batmağı gözləmək, suyun dibinə çatdıqda ayaqla yerə təkan verməklə suyun üzünə çıxmaqdır. Sərxoşluğun və yuxunun mənə güc gəldiyini hiss elədim. Ayaqlarımın bacara bilməyəcəyini hiss eləsəm də, onları məcbur eləyib güclə ayağa qalxdım və barın çıxışına doğru yönəldim. Çox danışan adam hələ də nələrsə danışırdı orada. Daxmama necə çatdığımı, qapını necə açdığımı, necə yatağımda uzanıb yatdığımı qətiyyən xatırlaya bilmirəm. Evin açarı da enavarda idi. Görünür, qapının ağzında yatmışam. Enavar gələndə qapını açıb məni yatağımda uzandırıb. Özü isə əlində mənim yumşaq pişik yoncağım Pannimi qucaqlayıb yatırdı. Evə daxil oldum. Enavarı yüngül silkələdim ki, oyansın. Daş kimi yatdığını gördükdə Billinin bankasındakı suyun yarısını enavarın başına tökdüm. Wow, bu nədir? Tsunamidir? Tfu, deyə yerindən dik atılan enavar hayküy saldı. Əlimlə içmək istədiyimi işarə elədim. Əri evə gec gələndə qapının ağzında əlini belinə qoyub özünü arxayın və səbirli şəkildə "İndi sən nə cəza verin" baxışı ilə baxan qadınlar kimi baxdı enavar mənə. Əla, afərin. Oyatmaq üçün əla suldu. Hətta deyərdim möhtəşəmdir. Bravo, deyə istehza ilə əl çaldı enavar. Lənətə gəlmiş balqabaq qurusu. Bir də belə qələt etməyə cəhd göstərsən, o hər tərəfi tük basmış başını iyrənc bədəndən ayıracam. Şkafdan mənim bahalı kostyumumun pencəyini götürüb başını qurulaya-qurulaya deyinməyə başladım. Mən başa düşmürəm. Mən sənə ötmək üçün şeirlər düzüb qoşuram, mahnılar oxuyuram. Nifrət elədiyim poeziyaya müraciət edirəm. Sən isə xəbərdarlıq filansız başıma o iyrənc balığın sıçdığı suyu tökürsən. Tfu,
Yaxşı ki, Tanrı balıqlara əl verməyib, yoxsa masturbasiya da eləmiş olardı o suyun içində. Heç bir reaksiya vermədən ona qulaq asırdım. Başıma gələnlərdən sonra məndə artıq demək olar heç nəyə qarşı reaksiya yox idi. Heç bir hadisə üz mimikalarımı dəyişməyə müvafiq olmurdu. Mən hazır, dur gedək dedikdə Enavara artıq ayaqlarımla reaksiya verdim. Dərhal çölə çıxıb üzərində Suzuki yazılan sport dizaynlı motosikletə mindim. Enavar qapını kilitləyib əlində gitarası ilə gəlib çıxdı. Gəldik çatdıq dünənki qaranlıq küçəyə. Get, xərclə Enavarın pullarına. Bir dənə sığınacaq vermisən, artıq əlindəki şalvarımı da əlinə alacaqsan deyib cibindən bir neçə pul çıxardıb mənim cibimə tıxadı. Kaskasını başına çəkdi və sürətlə motosikleti sürərək gözdən itdi. Bir neçə dəfə Hallenasa getdim. Bunların birində İnarı ilk dəfə gördüyümdə ifa elədiyim Halleluya mahnısı səsləndi səs gücləndiricilərdə. Bu bizim mahnımız idi. Az qala dəli olacaqdım. İnarı ilk dəfə gördüyümdə oxuduğum hissə səslənəndə artıq dözə bilmədim və vəhşi heyvan kimi bağıraraq qaçdım oradan. Deyəsən artıq mənim gəlməyimi istəmirdilər. Bir dəfə başıma soyuq su tökdülər. Mənim həmişə eyni sidik dadı verən içki içdiyim nəhəng fincana ağır bir içki süzdülər. İlk 2 qurtum alan kimi boğazım daha sonra içim ot tutub yanmağa başladı. Çox acı idi. Mənim burada artıq olduğumu dərk eləyib Hallenası tərk elədim. Çox getməmişdim ki, kimsə qolumdan tutdu. Mənim qıraqdan dərdli göründüyümü və dərdimi onunla bölüşməyimi istədi. Onu neçə dəfə rədd eləməyə çalışsam da cəhdlərim hədər getdi. Başımı qaldırıb ona baxdım. Dişi cinsində bir adam idi. Məni Hallenasda içkiyə qonaq edə biləcəyini söylədi. Onunla əyləşib içki içdiyimiz müddətdə dayanmadan nələrsə danışırdı. Amma mənim fikirlərim uzaqlarda idi. Özümü baltaladığımı xəyal edirdim. Amma qətiyyən incitmirdi, əlbəttə incitməz. Xəyal edərkən heç nə incitməz. İndiki halımda doğrudan da özümü baltalasam belə yenə də incitməzdi. Qarşımda oturan sol biləyində qum saatı döyməsi olan adam. Onun adı Elzadır. O sənsən. Elza mənə maraqlı təklif verdi. Əgər yaşadıqlarımı bəyaz kağızlara köçürsəm, yaşadıqlarımı ikinci dəfə olduğu kimi canlı yaşaya biləcəyimi söylədi. Hətta buna görə Hallenasda hər gün istədiyim qədər içki içə biləcəyimi söylədi. İlk əvvəl bu təklifi qəti şəkildə rədd eləmişdim. Çünki mənim həyatım qaranlıq, vahiməli meşə kimi idi. Ora çox dəhşətli idi. Mən ora yenidən baş vurmaqdan çox qorxurdum. Hər gün Hallenasa gəlməyimin səbəbi də oradakı reallıqlardan qaçmaq istəyi idi. Hallenasdakı içkilər beynimi kütləşdirir, müəyyən qədər vəhşsizlik yaradırdı məndə. Amma sonra fikirləşdim ki, o qaranlıq, vahiməli meşədə balaca işıqlı bağça var. Qırmızı bandanalı Elza ilə rastlaşdım. O mənə balaca ağ alüminium rəngdə qapağının üstündə dişlənmiş alma şəkli olan notebook və çox qalın kitab formasında boz rəngdə dəri üzlü dəftər verdi ki, hər şeyi orada yazım. İstəsəm əl yazma, istəsəm də kompüterdə yaza bilərdim. Seçimi mənim öhdəmə buraxdı. Elza ilə tələsik sağollaşıb evə yollandım. Evə çatan kimi notebook açıb yazmaq istədim. Amma düşündüm ki, əl yazma yazsam daha canlı olar və dəri üzlüklü boz dəftəri açaraq qucağıma tutub içindəki qara rəngdə qələmi əlimə aldım. Qələmi əlimə aldığımda ürəyimdə şükür elədim ki, yaxşı ki solaxay deyildim. Çünki sol əlimin demək olar bütün barmaqları sıradan çıxmışdı. Birinci hardan necə başlayım bilmirdim. Bunun üçün xeyli başımı qaşımalı oldum və fikirləşmədən səhərlərin birindən başladım. Sabahın xeyir Vuen, ona da elə deyə evə gələn Enavar ayaqqabısını belə çıxarmadan özünü yatağına atdı. Yaşadıqlarımın şokundan dilim tutulduğu üçün danışa bilmirdim. Bəzi sözlər deyə bilirdim, amma kəkəliyirdim. Bu mənə səbləşdirirdi. Ona görə də Enavara kompüterdə yazıb bildirdim ki, həyatım haqqında roman yazmaq istəyirəm. Bu sənə nə verəcək ki? Həyatım haqqında film izləmiş kimi olacağam, amma daha canlı, kompüterdə yazaraq Enavara göstərdim. Burax bu işin başını Ben, sən artıq yaddaşını, yaşadığını yaşamısan. Keçmişlə yaşamaq düzgün deyil, rədd elə bunu. Bir fikrim var. Gəl musiqilərimizi birləşdirək, bir rock qrupu açaq. Sənə zəmanət verirəm ki, bir həftəyə bütün Bakıya, bir aya isə bütün dünya bizi tanıyacaq. Mən yaşadıqlarımı bir də yaşamaq istəyirəm. Doymamışam. Özün demişdim ki, doymasan əl çəkə bilməzsən. Sənin yanında da bir söz demək olmur da. Bunu yazsam əgər, hər gecə pulsuz və limitsiz içki içəcəm o barda. Bu başqa məsələ. Hər gün sənə pul verməkdən azad olacağam. Hey, dayan görün. Belədirsə mən də yazım. Mən də hər gün pulsuz içki içim də. Rədd olayın. İmkan verişimlə məşğul olum. 2 gün yatmadan həyatım haqqında yazdım. Hallenasdakı Elzanın dediyi kimi hər şey olduğu kimi ikinci dəfə yaşadım. İnarla keçirdiyim o əvəz olunmaz günü tam olduğu kimi yaşadım. Əlimdə boz rəngdə dəri üzlü dəftərlə tualet kabinetinə girdim. Dəftəri əlüzyanın içinə qoydum. Divardakı ortasından əyri çat uzanan güzgüdən öz əksimi baxaraq bir neçə kəlmə yazmaq istədim.
Dəftəri təzə açmışdım ki, Ənəvar gəldi və gələn kimi özünü yatağına atdı. Güzgüdən öz əksimə baxdıqca özümə nifrətim artırdı. Elədiyim pisliklər onsuz da ağlımdan çıxmırdı və onları yenidən yaşamağım məni daha pis eləmişdi. Tez bir zamanda özümdən İnarın qisası almalı olduğumu, dünyanı məndən azad etməli olduğunu dedi mənə. "Eyn", deyə səsləndim. "Nədir Dostoyevski? Gəl bura. Sən məni bezin artıq kəkələməyinlə, adam kimi danış artıq. Gəl bura", deyə artıq tualetin qarşısında duran Ənəvar mənə yamsladı. Tapancan yanındadır, deyə cüzbəla ilə soruşdum. Artıq danışmaq mənə əzab verirdi. Bir tərəfdən də hər dediyimi və Ənəvarın dediyini qələmə alırdım. Çünki artıq bütün həyatımı qələmə almağa qərar vermişdim. Tapancam yanımdadır. Ənəvar da mənə lağ eləmək üçün kəkələyə cavab verdi. Sən ürəkli oğlansan. Məni öldür. Ha, ölmək istəyirsən? Yox Bendi, belə təslim ola bilməzsən. Xahiş edirəm. Yox dostum, sən ölməli deyilsən. Yox, məndən bunu xahiş eləmə. Nə isə sən xahiş elə, bircə bunu yox. Yalvarıram, mənə çətindir. Mən hər gün daha artıq əzab çəkirəm. Ənəvar heç nə demədən başını sallayaraq kabinəyə daxil oldu. Arxamda durub güzgüdən mənim əksimə baxmağa başladı. Mən də güzgüdən onun gözlərinin içinə baxırdım. Hə, bunu bacararsan. Mən bunu edə bilmirəm. Sən elə. Sakit ol be, necə istəyirsən elə edəcəyəm, deyərək belindən çıxardığı tapancanı gizgahıma dayadı. Tapancanın sərt toxunuşu ilk anda ürəyimə üşütmə saldı, amma daha sonra vecim olmadı. Bütün həyatım gözümün qarşısında canlanmağa başladı. Tez ol, mən boğuluram, xilas elə məni. Sakit ol dostum, deyə tapancanı gizgahıma tuşlayan Ənəvar güzgüdən əksimə baxaraq pıçıldadı. Ben, sənin hər gün dua elədiyin Tanrının, həyatın elə özü idi. Həyat isə sənə qarşı çox qəddar oldu. Mən sənə həyatın zərbələrini əks zərbə ilə dəf etməyə öyrətməyə çalışdım. Amma həyat sənə elə zərbələr vurub ki, indidən sonra nə etsən də xeyri yoxdur. Gözlərini yum Ben. Sadəcə yarımçıq partlayış səsi eşidəcəksən. Bəbədi rahatlığa qovuşacaqsan dostum. Həyatın gözəl günəş şəfəqi ilə bəzənmiş səhər kimi qısa oldu Ben. Sənin üçün ümid edirəm. Ümid edirəm ki, o biri dünya var və sən orada istədiyin kimi yaşayacaqsan. Qulağımda pıçıldayır Ənəvar. O bunları dedikcə mən göz yumulu yazıram. Bütün bədənim əsir. Ürəyim döyündükcə iynələrə dəyir sanki. Həyatımın son saniyələri olduğunu anlayıram. Sakitlik çökdü. Birazdan Ənəvar tətiyi çəkəcək. Bu sakitliyi ona görə yaradıb ki, mən həyatla vidalaşa bilim. Sükut nədənsə hələ də davam edir. Ənəvarın barmağının tapancanın tətiyində tərpəndiyini hiss edirəm. Part. Qan ləkələri ilə boyanmış səhifədə yazı burada yarımçıq qalmışdı. Ben de Vuye'nin faciəvi həyat hekayəsini bitirib ayılanda artıq yanaqlarımda göz yaşı yolu uzanmışdı. Bendi'nin həyat romanını oxuduğum müddət sanki başqa dünyaya gedib qayıtdım. Bendi Vuyen. Onu bir daha görmək arzusu alovlanmışdı içimdə. Cəmi bir dəfə onu görmək üçün hər şeyimi verərdim bəlkə. Cəmi bir dəfə. Açıq vəziyyətdə sinəmə sıxdığım son səhifəsi qanla boyanmış gündəliyi tələsik bağlayıb siyirməyə qoyduğum Bendi'nin həyat hekayəsini bitirdikdən sonra oxumağı məsləhət gördüyü məktubu açdım. Yalnız Hallinasdan Elzaya. Elza, mən artıq ölmüşəm. Yəqin sən əvvəllər heç vaxt ölməmsən və bunun nə olduğunu elə də yaxşı bilmirsən. Bu o deməkdir ki, mən bir daha Everness'e səhnəyə çıxanda kimsə əl çalmayacaq. Çünki mən bir də heç vaxt o səhnəyə çıxmayacam. Bir daha səhər şəfəqinin verdiyi səbəbsiz xoşbəxtliyi duymayacam. Bir daha Neft Universitetinin qarşısındakı mavi skamyada heykəl olub İnar Vahidi gözləməyəcəm. Bir daha Hallinas'a gəlib mənə ondan ver deməyəcəm. Bir daha xəyallar dənizinin qadağan olunmuş ən dərin zonalarında üzməyəcəm. Bir də axmaq dualarımla Tanrını bezdirməyəcəm. Ümumiyyətlə heç kəsi bezdirməyəcəm. Əslini bezdirə bilməyəcəm. Çünki mənim cansız bədənimi torpağın altında bastıracaqlar və orada çürüyəcəyəm. Əgər sən yağış yağarkən boynuna düşən yağış damlalarından narahat olub boynunu büzürsənsə, xoşbəxtsən Elza. Xırda şeyləri problem edə bilirsən. Çünki böyük problemlərin yoxdur. Canını sevirsən. Vay insan o halına ki, canına ruhuna nifrət eləsin. Bu haqda daha bir roman yaza bilərəm. Çünki mən bunu bütün ruhumla yaşadım Elza. Mən Hallinas'a gəlib almalı olduğum içki payımı almayacam. Əvəzində başqa xahişim olacaq. Mənim dostum Billi. Yəqin aydın da söhbət kimdən gedir. Mümkünsə onu azad elə. Onun şirin sulu çaya burax. Dənizdən iriyənəcək. Bir də dostum Ənəvar.
O əslində yaxşı oğlandı, amma dünyanız üçün təhlükəlidir. İndi deyəcəklərim dostuma qarşı xəyanət sayıla bilər, amma bu onun üçün də digər insanlar üçün də yaxşıdır. İstəyirəm ki, polisi onun barəsinə şikayət edəsən və mənim yazdıqlarımı da onlara göstərəsən. O azadlıqda qaldıqca çox günahsız insanı incidəcək. Bu qədər. Mənə göstərdiyin diqqətə görə çox sağ ol, dost. Əgər bir gün yolun cəhənnəmə düşərsə mənə tap. Ən dibdəki nömrədə olacam. Qaynar od içərək həyatın anasının sağlığına. J. Ben Duven, Tanrının ögey oğlu. Dünya başıma fırlanır. İçimdə boşluq, sonsuz boşluq var. Heç nə dəyişmək iqtidarında deyiləm. Olanlara ancaq bir film kimi baxa bilərəm. Çünki bunlar olub bitib. Zamanı geri çəkmək istəyirəm. Ben Duvenə kömək etmək istəyirəm, amma bu istəyirəmlər. Bir-birinin ardınca bir neçə siqaret yandırdım. Başım gicəllənənə kimi beynimdə kütləşənə qədər tüsünü ciyərimə aldım. Bacardığım bir neçə yuxu dərmanı qəbul etməklə hər şey gözümü yummaq oldu. Oyandığımda artıq 15 saatdan çox vaxt keçmişdi, amma hər şey yerində idi. Heç nə dəyişməmişdi. Məktub və gündəlik şkafımın üstündə qoyduğum kimi idi. Dəyişən bir şey var idi. Yatdığım vaxtdakı kimi kövrək və pessimist deyildim. Düz içimdə bir kövrək duman var idi, amma gecə olduğum qədər kövrək deyildim. Ben Duven hər şeyə rəğmən pozitiv olmağımı məsləhət görmüşdü mənə. Bunu yadıma salmağım mənə güc verdi. Soyuducunun aşağı rəfindəki çuğundurdan bir neçə diş aldım. Dadı biraz acı olduğundan kələmlə yedim onu. Motosikletə həmişəkindən 2 dəfə daha artıq sürətlə sürərək Halinasa gəldim. Bütün gecə boyu zamanı qovdum ki, səhər açılsın. Polis bölməsinə gedim. Gecə boyu ağlımda Ben Duvenin həyatı fırlanırdı. Timur Dudara adlı oğlanı həbsdən azad eləmək, Enevarı isə həbs elətdirməyi planlaşdırmışdım. Səhər açılan kimi əlimdə Ben Duvenlə qalma kitabça və məktub motosikletimi Sabail rayon polis şöbəsinin qarşısına saxlayıb, sarı rəngli binaya zilləmişdim gözlərimi. İçimdə bir balaca tərəddüd hiss edirəm. Utancaqlıq və qərarsızlıq məni arxaya qovurdu. Əvvəllər heç polisi işim düşməmişdi. İlk dəfələr adətən çox yöndəmsizcəsinə olur mənə. Ora daxil olub kimə yaxınlaşacağımı, hardan başlayacağımı, nə deyəcəyimi bilmədiyimdən idi bu tərəddüd, qərarsızlıq içimdə. Buna görə kimə görə gəldiyimi düşünən kimi beynimdən uçuşan tərəddüd qarğaların fırtına apardı sanki. İnamlı addımlarla o qədər də çox olmayan pilləkənləri bir nəfəsə qalxıb, özü açılıb bağlanan avtomatik şüşə qapıların qarşısına çatdım. Qəbul şöbəsi yazılan ofisə bənzər kabinə var idi. Dərhal oraya yaxınlaşdım. Dəri kresloda dodağının üstünə qalın bığlı, yekə qarınlı, heç də xoş olmayan, soyuq qaşqabaqlı simaya malik, orta yaşlı uniformalı kişi yayxanmışdı. Hə, deyə yekə qarın uniformalı kişi alnını qırışdıraraq sual verən nəzərlərlə məni süzdü. Əslində buyurun, necə kömək edə bilərəm də ola bilərdi. Nə edək, olanımız budur. Məmurlar xalqın xidmətçisi deyil, xalq məmurların xidmətçisidir. Bilirsiniz, elə məsələdir ki, burada durub danışılası deyil, uzun söhbətdir. Mən bir cinayət barəsində ətraflı məlumat vermək istəyirdim, deyə ona bildirdim. Bir anlıq özümə əsəbləşdim. O mənimlə sərt danışır. Mən niyə onun qarşısında əzilib büzülürəm? İkinci gedişdə mən də kobud olacağımı söz verdim özümə. Uniformalı kərgədan qaşqabaqlı siması ilə məni süzdü və əlini kompüter stolunun altındakı sirməyə atıb, oradan A4 formatda bir kağız çıxardım, mən uzatdım. Tut, ged orada otur, ərizəni doldur, bu da qələm, deyə yenə də kobud tonla bildirdi və bir dənə də qələm verdi. Ərizə üçün nəzərdə tutulmuş kağızı götürdüm və üzümü çevirib göstərdiyi istiqamətdə yavaş addımlarla addımlamağa başladım. Amma içimdə bir kin, qəzəb qalmışdı. Mən ona heç bir kobud cavab verə bilməmişdim. Əsəbimdən dişlərimi qıcıyırdım. Geri dönüb sürətlə qəbul şöbəsinə yaxınlaşdım. Bilirsən nə var? Özüm bilərəm harda əyləşəcəyimi. Sən mənə göstəriş vermə, aydın da sənə. Özü də biraz mədəni ol, harda olduğunu unutma, deyib ürəyimdən tikanı çıxardım və üzümü çevirib əvvəlki istiqamətə yönaldım. Kobud polis nəfəri isə danışan qoyun görən çoban gözləri bərələ qalmışdı. Əlbəttə ki, onun mənə deməyə çoxlu sözləri var idi. Sadəcə mənim bu qədər inamlı danışdığıma görə hansısa daha böyük məmurun qızı olduğumu düşünüb dilini utdu. Belləri özlərindən daha böyük vəzifələrin yanında tula kimi, kiçiklərin və sadə vətəndaşların yanında hökmdar olurlar. Onun göstərdiyi yerin tam əkini olan yerdə əyləşib ərizəni doldurmağa başladım. Vərəqdə Ben Duven haqqında ətraflı məlumat yazdım və axırda təcili kimləsə görüşüb danışmalı olduğumu bildirdim. Götür, deyə şüşə ara kəsmədən ərizə kağızını uzatdım ona. Heç nə demədən kağızı götürüb birinci özü baxdı. Daha sonra skaneri yerləşdirib surətini çıxardı və kompüterdə qurdalamağa başladı. Mən isə gözləyirdim. Koordinator telefon dəstəyini qulağına tutaraq qısa bir nömrə yığdı. Telefon danışdıqları Azərbaycan, yəni mənim anam dilimdə idi.
Amma o qədər pafoslu və başa düşülməz şəkildə danışdı ki, heç nə anlaya bilmədim. Dəstəyi yerinə qoyandan sonra 3-cü mərtəbə 337-ci otağa yaxınlaşın, zəhmət olmasa. Cənab Rafael Rıza sizi gözləyir, dedi yekə qarınlı koordinator. Ürəyimdən gələn sevincin yaradacağı təbəssümü boğazımda güclə boğdum. Bizim kobud oğlan nədənsə zəhmət olmasalarla danışmağa başlamışdı artıq. Vaxt itirmədən yol aldım. Koridorda biraz gedəndən sonra parlaq qəhvəyi rəngli qapının yanındakı divardakı qızıl lövhədə cinayət axtarışlar nəblimdən agenti Rafael Rıza yazılmışdı. Burada da biraz utandım, amma dərhal utancaqlığımı boğub dərindən nəfəs aldım və qapını barmağımla 2 dəfə tıqqıldatıb qızılı dəstəyini buraraq açdım. İçəri daxil olduğumda masanın arxasında keçəlbaş gördüm. Bu Rafael Rıza idi. Məni görəcək dərhal ayağa qalxdı. Buyurun, buyurun, keçin içəri. Məni çox gülər üzlə qarşıladı cənab Rafael. Özümü çox yüngülləşmiş hiss elədim. Bu Rafael Rızanı gördükdən sonra mən bir paradigma dəyişimi keçirdim. Əvvəllər həmişə polisləri uniformalı və sərt simalı robot kimi proqramlaşdırılmış adamlar sanırdım. Amma Rafael Rıza nə uniforma geyinmişdi, nə də özündən 1 metr qabaqda gedən nəhəng qarnı var idi. Nə arıq, nə də kök olmayan normal əzələli bədəni var idi. Heç, mən sənin nəzarətçinəm, sən məndən aslısan, nə vaxt istəsəm səni həbs edərəm, nu deyən baxışlardan da əsər əlamət yox idi. Çox sadə və güləri siması vardı. Qollarını qatladığı ağ köynəyini son 2 düyməsini açıb boş saxlamışdı. Ofisində yaratdığı rahat ab-havanın atmosferinə düşdüm və mən də özümü rahat hiss elədim burada. Buyurun, harada istəsəniz əyləşin, təkcə burada yox, deyib, gülərək öz kreslosunu işarələdim. Bura mənim yerimdir, kimsəyə vermərəm. Hə, əlbəttə, mən burada əyləşəcəyəm, deyərək onun masasının qarşısında olan 2 stoldan birində divarın yanında olanda əyləşdim. Beləliklə, nə içirik? Çox sağ olun, bir haldakı təklif edirsiz, su içərəm. Yaxşı seçimdir, deyib gülərək dispanserə yaxınlaşdı. Plastik stəkanda su süzüb qarşıma qoydu. Hə, qızım, eşidirəm səni. Bu adam mənə əməllicə çaşdırırdı. İndicə mənə qızım deyə müraciət edirdi. Bilirsiniz, cənab Rafael, bu uzun məsələdir. Mənim işlədiyim bar, adı Halinasdır. Bir dəfə bir gənc oğlan gəldi ora. Əslində bir neçə dəfə gəldi, maraqlı tipi var idi. Ondan həyatı haqda roman yazmasını xahiş elədim. O da xahişimi yerinə yetirdi. Amma bu kitabda dəhşətli məqamlar var. Siz bunları oxumalısınız, sonra isə müzakirə edərək. Hamısı bu kitabçadadır. Deyərək əlimdəki boz kitabçanı yuxarı qaldırıb, ona göstərib şabaldı rəngdə masanın üstünə qoydum. Cənab Rafael kitabı götürmək üçün əyləşdiyi yerdən qabağa əyildi və əlini uzatdı. Əlinin çatmadığını gördüm və kitabı biraz qabağa itələdim. Cənab Rafael təbəssümlə təşəkkür edib kitabı götürdü və yenidən arxaya söykənib kitabı vərəqləməyə başladı. Gözünün birini kitabdan ayırıb, yarı təbəssümlə maraqlı kitabdır, deyə soruşdu. Həyatımda oxuduğum ən maraqlı kitab dedim və başımla təsdiqlədim. Hətta, deyərək təəccüblə gözlərini bərəltdi. Bilmək olar həyatında neçə kitab oxumusan? Universitetdə imtahan qaydaları yazılan 4 səhifəli kitabçanı da nəzərə alsaq ki. Kitablara bağlı bir olmağın yaxşıdır. Hə, kitabları çox sevirəm. Cənab Rafael mənə baxıb güldü. Söz deyəcəkmiş kimi nəfəsini dərdi. Bilirsən, Elza sahab, mən bu cür maraqlı kitabı beləcə sıxıcı ofisdə oxumaq fikrində deyiləm. İşim də çoxdur. İnsanlar çox mehriban olub, bütün günü boş-bekar qalıram artıq burada. Yaxınlıqda çox sakit bir qəhvəxana var. Gedək ora, orada oxuyaq. Məncə ora polis bölməsindən daha az sıxıcı olar. Deyərək kitabı qoltuğuna vurdum. Masanın üzərindən dəri qabdakı tapancanı götürüb şalvar kəmərindən asdı. Enerji yığana yerləşdirdiyi Motorola rasiya cihazını da enerjidən ayırıb şalvarının kəmərindən asdı və nəhayət masanın üzərində bir açar dəsti götürüb eyni asılqandan asdı. Cənab Rafael axır ki azmaz polisi oxşuyurdu, amma asılqandan götürüb əyninə keçirdiyi qəhvəyə məxmər pencək onların hamısını gizlətdi və sıravi adamdan heç bir fərqi qalmadı. Qapılarının sensor sistemi işləməyən liftlə B2 mərtəbəsindəki qaraja düşdük. Qara Audiyə minməzdən əvvəl cənab Rafael şalvar kəmərindən asdığı bütün əşyalarını maşına boşaltdı. Cənab Rafael, bəs sizə polis maşını vermirlər? Bilirsən, mən burada təkəm. Mənə cənab, nə bilim, siz biz kimi sözlərlə müraciət eləmə. 20 yaşımda olanda sənin kimi qızlar mənə Rafo filan deyirdi. İndi alınıb qırışıb deyə cənab olmuşam. Sadəcə Rafael. Yaxşı, sadəcə Rafael, sizə oy bağışla. Sənə polis maşını verməyiblər? Hələlik bununla idarə elə deyiblər. Ümid edirəm, sizə də polis maşını verərlər. Elza, bu elə polis maşınıdır. Bəs bunun, Elza, sənin bütün günü gördüklərin yol polisləridir. Mən isə xəfiyyəyəm, aydındır.
Cinayət araşdırmaçısı. Biz xəlvət iş görürük adətən. Cinayət araşdırmağa gedəndə haykü ilə aləmə car çəkmirik, duyduq, duymadıq deməyin araşdırmağa gəlirik. Bunu bilmirdim. Təəccüblənmədim. O zaman ətrafdakı insanların hər hansınınsa polis olma ehtimalı var, hə? Sayılır. Elə polis olub ki, ölənə qədər arvadı belə bilməyib polis olduğunu. Çox getmədik ki, şəhərin mərkəzində 5 mərtəbəli dayanacağa çatdıq. Elə birinci mərtəbədəcə qara Audini park edib yolun digər hissəsində yerləşən Gloria Jens Cafes qəhvəxanasına gəldik. Rafael, deyəsən kasıbsan, deyə qəhvələri masaya yerləşdirən Rafaelə müraciət elədim. Hardan bildin, deyəsən 6-cı hissin güclüdür. Zəhər almağa pulun çatmır deyə onun qəhvə ekvivalentindən istifadə edirsən. Double espresso içmək özünə qəsddir məncə. Hadisələri qiymətləndirmə məharətinizə heyranam, xanım Holmes. Cənab Rafael Rıza zəhər ekvivalentinin ətrini içinə aldı və bir qurtum qəhvədən içib vaxt itirmədən kitab oxumağa başladı. Mən isə buranın həzin musiqisini dinləyib fikrə getdim. Cənab Rafael Rızanın kitabı oxuduğu müddət 3 dəfə qəhvə sifariş elədim. Cappuccinoya vanilli sirop əlavə elətdirdim. Çox gözəl dadı oldu. Kaş Ben de Vuyen də bunu kəşf etsəydi deyə düşünmüşdüm. Daha sonra içdiyim lattenin də çox gözəl dadı var idi. Axırıncı içdiyim Amerikanoya gəldikdə isə Bendi demişkən sadəcə apar cəhənnəmə qoy gəl idi. 6 paket şəkər tozundan sonra normal dad aldı Amerikano. Rafael kitabı oxuyub bitirdiyində günorta saat 4 olmuşdu. Aydın da, bitdi? Bəli. Cənab, yaxşısınız? Yaxşısan Rafael? Hə, yaxşıyam. Mən bir dəqiqəyə qayıdıram. Rafael biraz giz qayıtdı. Görünür özü ilə qalmağa ehtiyacı var idi. Qaydanda qəzəbli tonla hazırsan, gedək bir qurumuş Enavarın konfetini verək. Hə, amma sən espressonu içmədin. Espressodan zəhləm gedir. Hə, aydındır. Hara gedəcək? Rockhouse'a, bir halda ki Enavar orada işləyir, harda olsa ora gələcək gecə. Amma indi günortadır. Düzdür, vaxtı necə qovaq biz? Çiyinlərimi çəkdim. Gəl Bendinin gəzdiyi küçələri gəzək. Neft Akademiyasından tutmuş Starbucks qəhvəxanası və əyləşdiyi KFC restoranına kimi işlədiyi yerə gedək. Bu əla fikir deyərkən gözlərim parıldadı. Maşını götürmədik, gecə düşənə qədər gəzdik. İlk əvvəl Neft Akademiyasının qarşısındakı palıd ağacının altındakı tənha mavi skamyada əyləşdik. Daha sonra Bendinin gəzdiyi küçələri gəzdik. Starbucks qəhvəxanasına çatdıq. Hər gün bura tək gəlib 2 dənə cappuccino sifariş verən oğlanın əyləşdiyi masanı soruşduğumuzda şəbəndin yanında 2 nəfərlik masa göstərdilər bizə. Burada hər kəsin onun dəli olduğunu bildiyini dedilər. Hər gün gəlib qarşısında kimsə varmış kimi uzun-uzadı öz-özünə danışıb güldüyünü dedilər. Starbucksdan çıxıb Bendinin gəzdiyi digər küçələri gəzdik. Axır ki gecə düşdü. Rockhouse'un harda olduğunu bilirsən, deyə soruşdu cənab Rafael. Hə, əlbəttə, qış parkı tərəfdədir. Elə isə getdik. Yol boyu Ben de Vuyen'in bağışladığı təəssüratı və necə tip olduğu barədə, bir də onunla necə tanış olduğumuz barədə danışdım və tezliklə Rockhouse'a çatdıq. Cənab Rafael ilə içəri daxil olduq. Nə məqsədlə gəldiyimizi belirtməmək haqda razılaşmamıza əməl etdik. Hətta bunun üstünü daha yaxşı pərdələmək üçün hərəmizə bir pivə sifariş elədi. İkimiz də bar piştaxtasının arxasında əyləşdik. Cənab Rafael bar piştaxtasının arxasına dayanmış, bütün bədəni döymə ilə örtülmüş oğlanı əli ilə çağıraraq Enavarı çoxdan da tanıyırmış kimi "Bəs Enavar hardadır?" deyə soruşdu. "Bilmirəm cənab, neçə gündə heç yoxdur ortalıqda. Əvvəllər adətən bir gün gəlirdi, bir gün gəlmirdi. İndi isə heç gəlmir." "Doğrudan? Telefona da zəng çatmır. Təxminən neçə gün olar?" deyə qışqıraraq soruşdu cənab Rafael. 3 gün olar. Görünür əclaf Bendini öldürəndən sonra bura gəlməyib. Ancaq mənim eşidə biləcəyim səslə dedi. "Bəs nə edəcək?" "Bizə onun şəkli lazımdır." "Nəsə fikrin var?" "Hə, nə?" Barmenin arxasındakı içki butulkaları sərgilənmiş lövhədə asılmış kollektiv şəkildəkilər arasında biri mütləq olmalıdır. Bu mənim heç ağlıma gəlməmişdi. Təəccübləndim. Əli ilə divardakı şəkli işarə edib, "Divardakı şəkil deyəsən təzə çəkilib, çoxdan da gəlmirəm bura" deyə barmenə müraciət etdi cənab Rafael. "Demək olmaz, bir ay olar, ad günü idi, onda çəkmişdik." Cənab Rafael gözlərini ovuşdurub boylanaraq daha diqqətlə baxdı şəklə. "Bizim Enavarın üzünü seçə bilmirəm oradan. Ah qocalıq. Olar yaxından baxım?" "Hə, əlbəttə. Həmişə səhnədə oxuyarkən köynəyini soyunub ütülənir, bu uşaq ağıllanmayacaq." "Yaman özündən razıdır bizim Cobain" deyib gülərək şəkli incələməyə başladı cənab Rafael. "Cənab, bilmək olar Enavar nəyinizdir?" "Hə, qardaşım oğludur."
Şəkli görmək üçün səbirsizlənirdim. Dərhal cənab Rafaeli tərəf dönüb şəkli onun əlindən aldım. Şəkli görən kimi çaşbaş qaldım. Beynim koda düşdü sanki. Bir anlıq özümü qarışıq yuxuda hiss elədim. Enavar dəqiq budur? Barmağımla işarə edərək soruşdum barmendən. Hə, Enavar dəqiq odur, deyərək xırıldadı barmen. Bəs Ben de Vuyen deyə birini tanımırsınız? Deyə səbirsiz halda soruşdum. Xeyr, elə birini tanımıram. Elza, nəsə bir problem var, deyə soruşdu cənab Rafael. Hə, var. Bu Ben de Vuyen elə özüdür. Amma o kitabda yazdığı kimi cəmi bir dəfə Rock House-da olmuşdu. Həm də o elə bir tip deyildi. Heç elektrogitar da çala bilmirdi. Bu məsələ yaman qarışıq oldu burada. Adların yerini qarışdırıb deyəsən Bendi. Gedək Evernestdə orada aydınlaşdırarıq. Amma mən onu bir neçə dəfə görmüşəm. O elə belə idi. Amma nəysə, kapşon və saçları ilə üzünü gizlətmişdi. Ola bilər saç saqqalı Enavarda da eyni olsun. Nəysə, gedək Evernestdə orada aydınlaşdıraq. Hardadır bilirsən? Deyə soruşdu cənab Rafael. Hə, buradan 100-200 metr aralıdadır. Elə də uzaq deyil. Hə, onda vaxt itirmədən tərpənək. Yol boyu nələrinsə səhv getdiyini düşünürdüm. Bəlkə kitabı səhv oxumuşam ya da nəsə xəyal qırıqlığına uğramışdım. Çox böyük anlaşılmazlıq hiss edirdim özümdə. Axır ki Evernestdə Bendinin iş yerinə çatdıq. Bura Rock House-un tam əksi idi. Çox sakit ab-havası vardı. Çox gözəl yer idi. Təbii şam işıqları ilə işıqlandırılmış sakit salona heyran olmuşdum. İçəri daxil olan kimi Bendinin bəhs elədiyi gah gecə növbəsi, gah da gündüz işləyən barmen Alexander dəydi gözümə. Rafael, səncə bu Sander'də? Hə, tanıdım. Hər şey uyğun gəlir. Burada da eyni rol oynayırıq, aydındır. Bar piş taxtasına yaxınlaşıb düz barmenlə üzbəüz əyləşdik. Dobro pajalovat, deyə Sander bizi qarşıladı. Dolga po-azərbaycanskı mı? Barmağını havaya qaldıraraq deydi cənab Rafael. Sander gözlərini axtaraq, okey. 2 dənə bayerin, deyə səsləndi cənab Rafael. Bu da 2 dənə bayeriniz, deyə 2 dənə pivə şüşəsi qoydu qarşımıza rus oğlan. Azərbaycan dilində çox pis danışırdı. Cənab Rafael pivə şüşəsini ağzına apardı. Dodağına çatanda qəfil dayanıb gözlərini ətrafa gəzdirdi. Bəs bu gün musiqi yoxdur, deyə soruşdu. Barmenin üzündəki təbəssüm yerlə yeksən oldu. Kədərli ifadə onun üzündə bir an içində hakim oldu. Divarda asılmış, üstündə qara lent bağlanmış şəkil çərçivəsindəki, əlində taxta gitar olan Bendinin, bu şəkildə Bendinin hər iki əlində döymə var idi. Sol əlində bumerang şəkli, sağ əlində isə Enavarın sağ əlinə döyülmə olan sıçan tələs şəklini göstərərək, cənab, bizim musiqiçimiz Bendi intihar elədi, dedi. Cənab Rafaelin əlindəki pivə şüşəsi yerə düşərək çilik-çilik oldu. Bədəni heykələ döndü sanki. Gözlərində dərin bir ifadə ilə gözümün içinə baxdı. Elza, Enavar Bendinin elə özüdür. Enavar deyə kimsə heç vaxt mövcud olmayıb. Qeyd. Ben de Vuyen 1994-cü ildə Şotlandiyanın paytaxtı Edinburgh şəhərində anadan olmuşdur. 1996-cı ildə Bendi 2 yaşında olarkən atası Alan Vuyenin Azərbaycanda Şotlandiyanın Drilling Equipment Limited şirkətinin Bakıdakı filialının təmsilçisi seçilməsi ilə əlaqədar Vuyenlər ailəsi Bakıya köçür. Uşaqlıqdan onu sevən, hər şey nifrət edən balaca Bendi ailədə saxladığı heyvanları gizlicə öldürərdi. 2006-cı ildə isə atası Alan Vuyeni, anası Susan Vuyeni və qonşu İnara Vahidi güllələmişdi. Nəticədə atası və anası həmin gecə vəfat etmiş, qonşusu İnara Vahidi isə sadəcə yaralanmışdı. Polislər və ətrafdakı insanlar bu cinayəti Vuyenlərin evinə daxil olmuş oğru tərəfindən törədildiyini zənn etdilər. Ailəsini öldürdükdən sonra intihar etmək istəyən Bendinin cəhdi uğursuz olur və sadəcə yaddaşını itirir. Adətən ağır rock mahnılar ifadə edən Killing the World rock qrupunun qatı fanatı olan balaca Bendi uşaqlıqda həmişə bu qrupun çılğın solisti Enavara McDonald'ı özünə kumir seçmişdi. Onun oyuncağını alaraq həmişə yanında gəzdirər, onunla danışardı.